Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli dostlar. İnsaf Əli Hidayətəm və bir ayrı görüşlə sizin huzurlarınızda olacağam. Bu günləri mən və sayın hörmətli dostumuz Oğuz bəy Türk cənabları ilə danışığımız olacaqdır. Programa ad qoymuşuq və adını qoymuşuq Düşünüş. Düşünüşün bu səfər 9-cu bölümündə olacağıq və umarım ki, faydalı olsun, xeyirli olsun. Düşünüşdə biz çalışacağıq ki, Güney Azərbaycan və Türk mərkəzli dünya görüşümüzü deyək. Dünya görüşü yəni nə mənə? Yəni bu ki, bu dünyada ki biz yaşırıq, burada biz necə yaşamalıyıq? Nə cür baxmalıyıq dünyada? Hər şeyi nə cür anlamalıyıq, nə cür düşünməliyik? Hansı bir yolu tutmalıyıq ki, biz orada bizim mənfəətimiz, bu dünyadakı mənfəətlər dünya, savaş dünyasıdır. Mənfəətlərin savaşı dünyasıdır. Orada bizim mənfəətimiz daha çox təmin olsun və biz millətimiz daha çox rifahda, daha çox başuca, daha çox iftixarlı, daha çox rahat, daha çox nə deyirlər, əmniyyətdə, ha belə sevgi ilə, məhəbbət ilə yaşasın. Mən icazələrinizlə çalışıram ki, dostları qonaq çağırım. Oğuz bəy təşrif gətirdilər, gördüm. Oğuz bəy də bir dəvət eləyək, təşrif gətirsinlər bura. Çox gözəl Oğuz bəy. Oğuz bəy gözləyək, təşrif gətirsinlər üstə. Salam aleyküm Oğuz bəy. Selamlar, saygılar. Hoş bulduk. Sağ olun. Necəsiz? Yaxşısınız, halınız yaxşıdır. Sağ olun. Çox sağ olun, var olun əziz dostum. Mən bir 150 dostumuza mesaj göndərdim ki, yəni xəbər verdim ki, bizim canlı yayın başlayır. İndi buradan elə başlayaq. Dostlar, bu günləri 9-cu Düşünüş programının 9-cu bölümünü aparırıq Oğuz bəylə. Biz burada çalışırıq ki, Güney Azərbaycan və Türk mərkəzli düşüncələrimizi ortaya qoyaq. Düşünüşlərimizi, yəni bir düşünmək var, bir də düşünməyin özünü düşünmək var. Odur deyilmi? Yəni siz də belə inanırsınız, bir düşünmək var, bir də düşünməyin özünü düşünək ki, nəyi düşünürük? Ya düşüncümüz doğrudur, düzdür, düz deyil. Doğru da ki, indi bu doğru sözdə fəlsəfədə bəhs olmalıdır ki, nəyə görə doğrudur, nəyə görə doğru deyil, kimə görə doğrudur, kimə görə doğru deyil. Bu da bəhs olmalıdır. Sizin bu haqda nəzəriniz var ya istəyirsiniz ki, mən biraz danışım, sonra siz buyurarsınız. O cür ki, bəllidir. Siz istəyirsiniz bu dəfə doğru və yanlış sözünü danışaq. Yəni o şey və ya elə o düşüncənin hangisi doğrudur, yanlışdır, onu danışaq. Ancaq buyurun siz danışın, mən dinləyim və öyrənim sizdən. Sonra da mən görüşlərimi hətmən deyərəm. Sağ olun, var olun. Teşekkür ederim. Gene de mən öz tərəfimdən də hər kəsə sizə salam verdim. Yoldaşlar ki, izləyicilər büyün və sonra da izləyicilər. Təşəkkür. Ona siz zəhmət çəkirsiniz, qoyursunuz YouTube-a. Bizlə də paylaşırsınız, biz də qoyuruq bəlli yerlərə. Olar ki, izləyicilər indidən onlara sevgilərimizi, saygılarımızı sunuruq. Buyurun, Sayın Səfər bəy. Mən də ərz edeyim ki, yine bir kere de sevgilerimi, saygılarımı tamam dostlara ki, indi baxırlar, gələcəkdə baxacaqlar. Canlı ya, cansız baxacaqlar. Yəni internetdə baxacaqlar. Hamılarına salam ərz edirik, saygılarımızı sunuruq. Dostlar, əgər söhbətlərin, yəni indi biz burada 1 saat, 1 saat yarım, 2 saat danışacağıq dostum. İki dost, iki düşünür, danışacağıq.
Təbii ki, burada sözümüz qırılmasın, o zəncir beynimizdən, söz zənciri beynimizdən atılıb qaçmasın. Sizin sayğılarınıza, məhəbbətlərinizə, salamlarınıza, lütflərinizə cavab verə bilməyəcəyik. Hərdən çalışaq ortada bir salamlik eləyək, amma bağışlarsınız ki, tək-tək dostlar ki, təşrif gətirirlər, cavab verə bilməyəcəyik. Çünki bəhsimiz ciddi bir bəhsdir. Oğuz bəy, mən belə düşünürdüm ki, doğru ya yanlış? Əvvəl düşüncə. İnsan düşüncəsiz olmaz. Məncə, hər canlının ki, beyni var. İndi azdır ya çoxdur. Yəni, beyin bədənin, insanın ya heyvanın, canlının bədəninin 1%, bir neçə faizi qədər beyni var. Bunun yekəliyinə, çıxıllığına, böyüklüyünə, çıxıllığına baxmayaraq, bu tamam bu canlılarda müştərəkdir. Necə ət, qan müştərəkdir, dəri müştərəkdir, əlaq, qol, sümüklər, kəmiklər müştərəkdirlər. Yəni, hamısında bu var. Eyni elə, məncə, ağıl da müştərəkdir. Çünki beyin, ağıl dediyiniz beyindir. Mən dostlarım birinə çalışırdım, getirim ki, elm nədən ibarətdir, ya bilgi nədən ibarətdir? Bilgi bizim təcrübəmizdən ibarətdir. Və təcrübələr daimən qələt olurlar, səhv olurlar, iştibah olurlar. Biz elm nəyə deyirik, ya bilgi nəyə deyirik? Deyirik ki, o təcrübələri ki, görmüşük yanlışdır, zərərlidir, düz deyil, faydası yoxdur. Onları değişdirmişik, daha düz təsəvvür eləmişik ki, daha düzünə gedirik. Bu yığılır olur elm. Bəs elm nədir? Elm ya bilgi tüm o bilgilərdir ki, bunları biz yanlışların və yanlış təcrübələrimiz və doğru təcrübələrimizi bütünlüğünə deyirik elm. Çünki o bizə göstərir ki, hangi səhvləri, hangi yanlışlıqları eləmişik, onlardan çıxırıq, gəlirik bu üzə. Və beynimiz bunları bizim bu təcrübədən toplur. Yəni biz təcrübədən, məsələn, heyvan belə, mən özüm uşaqlıqda təcrübə eləmişəm bunu, eşşək dediyimiz heyvan bir dənə çalıya düşsə, orada əziyyət çəksə, nə qədər elgəsin oradan da gələnləri getməz. Bunun bir beyni var, orada hafizəsində saxlayır ki, mən bura keçən seri burada düşmüşdüm bu çalıya, orada mənə əziyyət verdilər, mən buradan getməməliyəm. Yəni bu bunun o məbzində toplanır. Bunun üçün, hətta məsələn, mən milsəklərə diqqət eləmişəm, Oğuz bəy, bu çox cəlibdir. Hey soruşurdum ki, bu milsəklər niyə özlərini şişiyə vururlar? Və ya bunlar bir dəfə vurdu, gördü, olmadı, 2 dəfə vurdu, 10 dəfə vurdu. Sonralar mütəvəccüh oldum ki, bunlar şişəni görmürlər, hava görürlər. Çox təmizdir, biz də çox vaxt görmərik. Təmiz silsələr, biz də şüşəni görmərik. Bir də deyər, şüşəyə sınar, tökürlər. Bunlar o şüşəni görmürlər, hava fərz edirlər və özlərin deyirlər ki, yox, keçən seri geçmədim, bu seri keçəcəm. Yəni, bura havadır, mən buraya keçəcəm. Bu, o onun təcrübəsidir. Yəni, o onun beynidir, deyirlər, bura havadır, olmaz ki, tartışır, oradan geçsin. Ya məsələn, bir kəpənək şəmin aşıqı deyil. Yəni, mən gedim şəmi qucaqlayım, onu öpüm, o da məni sevsin, mən onu sevim, burada yanım. O anlamda deyil. O, orada ışığı görür, bu ışığa tərəf, qaranlıqdan ışığa getmək istir. O ışığı üçün də o oradan gedir. Bunun beyni var. Bizdə də beyni var, onda da beyni var. Bu beyin olduğu üçün düşünmək normalda olacaq. Yəni, əgər o milsək, o kəpənək düşünür ki, bura ışıqdır, bu ışığa mən gedim bu qaranlıqdan, o onu düşünür. İstər-istəmən otomatik düşünür. Ya məsələn, heyvanlar köçəndə indi quzeydən günəyə köçür, ya güneydən quzeyə köçür. Bu onu düşünür. Ya məsələn, evlatların qorumağa düşünür. Yemağı düşünür, qaçmağı düşünür şikardan. Difa eləməyi düşünür. Bunlar hamısı düşünür. Və amma bir də düşünmək var. İndi bu necə olur məncə? Məncə belədir ki, biz indi məsələn dili düşünürük. Dil nədir? Əslində niyə dil nəyə lazımdır? Nə fərq elər ki,
Mesela bir nəfər var Instagramda daimən tikrarən yazar ki, dil olmamalıdır, dil dərdə dəyməz, nə bilim, bir dil yetər ya iki dil yetər. Ən çoxunda insanlığa qalan muzahimdir dil, insanları filan elər, bəhman elər. Daimən bunu hər gün mənə yazır. Hər gün Oğuz bəy gündə bəlkə 4 dəfə yazır. Özü çox nəcatpərəstdir, çox nəcatpərəst bir insandır. Yəni özünü nəcatpərəst göstərmir, amma məsələn deyir ki, Xavərmiyanə millətinin genetiki də fərqlidir, düşüncəsi də fərqlidir, özləri də geri qalmış insanlardılar, çünki batılı kimi deyirlər. Yəni məntiqi də budur. İndi bu adamı mən bu düşüncə də onda bir düşünüşdür. İndi mən bunu düşünürəm ki, bu əcəba doğru ola bilərmi? Tadaşlar, yəni bir dəfə düşünmüşəm normal, amma indi otururam bunu yüzlər soru ilə soruşuram bunun dövrəsində, sonra da bu yüzlər soruya cavab verməyə çalışıram. Bu olur düşünüş, yəni tazaşdan bir məsələni qoyuruq mizin ortasına, onu hər tərəfdən ona aşağıdan, üstdən, sağdan, soldan, böyürlərin hər tərəfindən ona baxırıq, onu əgər ilk imkanımızda olsa onu alaq əlimizdə çevirək o üzbüyüzə, ya düşüncəmizdə onu çevirək o üzbüyüzə, onu hər tərəfdən baxaq, onu idrak eləməyə çalışaq. Əvvəl onun varlığın, var, yoxdur, nə cürdür, nə cür deyil, ondan sonra onun nə ola bilər, nəlığına da bir baxaq, görək ki, bunun nəlığı nə cürdür. Bunlar düşünüşdür, biz bunu düşünürük. İndi yanlışa və doğruya gələndə kimə görə yanlışdır filan şey? Kimə görə məsələn o düşüncə ki, o dostumuz deyir ki, müsəlmanlar Orta Doğu xüsusən dedikləri yer, biz yaşadığımız yerə Orta Doğu deyirlər. Mən bundan müxalifəm, bilmirəm ki, nə deyək ora. Deyək ki, bizim bölgəmiz, bizim bölgəmizdə deyir ki, insanlar ağlı dalıdır. Genetiklərinin fərqi var, çox geridirlər və vəhşidirlər. Bunlar mütəməddin olmayıblar. Təməddünə yetişməyiblər. Yəni, belə bir düşüncə var. Bu dostumuzda ki, deyirəm. İndi mənə bu olur ki, mən deyirəm yanlışdır. Kimə görə yanlışdır? Bu mənə görə. Ona görə doğrudur. Niyə mənə görə yanlışdır? Çünki mənim mənafeyim, mənim çıxarlarım, mənim düşüncəm ki, o da mənim çıxarımdır əlbəttə, ruhi çıxardı da o, onunla müxalifdir. Ya mənim amaclarımla, istədiklərimlə tərsədir. Yəni, insanlar mənfəətə görə bir şeyi özləri ilə ya öz toplumları ilə ilgili mənfəətə və zərərə görə bir şeyi xeyirli bilirlər, bir şeyi zərərli bilirlər. Məsələn, kitabların bəzi insanlar deyir ki, nə deyirlər, faydalı kitab oxuyun. Mən bilmirəm, faydalı kitabdan mənzur nə olur məsələn, nəyə görə faydalı, kimə görə faydalı, bu nə demək yəni, ya doğru kitab, ya düz kitab, ya nə bilim, bu kimə görə? Bunlar, mən belə düşünürəm, xülasə desəm, bu iki məsələni belə düşünürəm. Siz necə düşünürsünüz? Çox təşəkkür, sağ olun. Çox pərakəndə və yəni o bəhsləri açdınız. Hər birisi, hər 2-3 cümlədən birisi özünə bir danışıq məbhəsidir. Yəni ayrı-ayrı. Ona görə biz nə etməliyik bu 1 saat yarım, maksimum 2 saat zaman qoyuruq. Bunda yalnız bir bəhsi qoymalıyıq və oradan getməliyik. Başqa çarəmiz yoxdur. Yəni çox 40 çayın suyunu bir yerə qatanda onda hər şeydən danışmış olacağıq və təqribən heç bir şeydən danışmayacağıq. İstəsəniz o dediyiniz məbhəsləri mən hətta not götürdüm. Yəni sizin dediyiniz, hətta birisinə işarə elədiniz, adını da gətirmədiniz, bəlkə lazım da deyil. Ancaq onun məsələn Orta Doğu bütün söyləmi nədir? Yəni Orta Doğu nə demək yəni? Və ya Orta Doğu'da təməddün, Orta Doğu ilə təməddünün ilgisi ki, biraz geçən dəfə bu barədə danışdıq yadınıza ki, nədən uzaq olmuşlar insan qrupları? Bir qrup insanlar bir coğrafiyada bir şeylər gəlişdirmiş
ve onun üzerine geliştirmiş geçen 10 bin ilde, 12 bin ilde, 15 bin ilde öbür insanlar geliştirmemiş ayrı coğrafyada. Onlar neden uzak olmuşlar? Onlardan mı uzak olmuşlar? Neden? Bu arada bir balaca işaretler ve bu Orta Doğu deyilen yer, o coğrafçı bizim bölgede, orayla çok alakalıdır bu bahs aslında. Geçen defa onun üstünden geçtik, sonunda yazacağız. Ancak ve doğruyla yanlış bəhsini açdınız. Doğrudan böyük bir bəhsidir özünə. Sonra heyvanların təcrübələrindən danışdınız və hətta deyəndə o qədər qarmaşıq oldu ki, mən öz görüşümü deyirəm, yəni düşünməklə, yəni düşüncə ilə düşünüşü aynı yerə qoydunuz. Eşitdim mən öyle ki, burada düşüncə nədir, düşünüş nədir? Halbuki bunlar düzdür ki, biz onları bir kökdən düzəldirik o kəlmələri. Və başqa dillərdə değişik köklərdən düzəlir. Mesela İngilizcədə indiki İngilizcədə mesela filozofi deyirik. Filozofi deyirik. Bir də mesela deyirik ki, intellectual thought veya thought deyirik. Thinking. Böyle bu farklı, çok farklıdır birbirinden. Ama bizde çünkü bir kökten başlayırıq, düş kökünden. Ve onu da önceden biraz anlatmışıq. Ona göre deyirik bəs ki, birbirine hatta mənaları yaxındır. Halbuki öyle değil. Mesela düşünmek özü başka bir mefhumdur, başka bir anlamdır ve onu danışmak, ona düşünmek nedir? Biraz danışmışıq. Ama dedim ona göre çünkü belli bir şey tutup danışmamışıq. Çünkü yalnız mesela diyelim ki 3 cələsə, 4 cələsə yalnız düşünməyə danışaq. İnsan necə düşünür? Heyvan düşünür mü? Yani burada soruşmak olardı. Heyvan düşünür mü? Hangi hayvan? Hayvanlar da bir tane hayvan değil ki. Değişik hayvanlar, değişik beyin kapasiteleri değişikti ve onlar necə düşünürler ve sizin dediğiniz gibi o tecrübe kazanırlar mı? Tecrübeden istifade ediyorlar. Yani hayvan necə düşünür? Bizim dediğimiz hayvan. İnsan bu hayvandan ne kadar uzaktır? Ne kadar yakındır? Yani insan mesela insan şampanzeye o kadar yakındır ki ta şampanze mesela dovşana. O qədər insan şampanzeye yaxın. Yəni görək ki, biz heyvan deyəndə özümüzü kənara qoyuruq. Yəni, bu bəhslər əslində düşünür. Amma düşünüş bəhsi ki, proqramımızın hətta adıdır. Sizin də bir balaca işarə edərdiniz. O hətta düşüncəni də düşünməkdir. Hətta düşünüşü də, hətta fəlsəfənin özünü belə düşünməkdir. Fəlsəfənin özünü fəlsəfələşdirməkdir. Düşünüşü düşünüşləşdirməkdir. Yəni o qədər o düşüncəni və ideyanı, bir məfhumu, anlamı anlamaqdır. Anlamı danışmaqdır. Anlamı didişdirməkdir fəlsəfə. Ona görə düşünüşün bəhsi bütünlüklə ayrı bir bəhs və çox yüksək bir məqamdadır. Və yalnız insan eləyə bilir o işi görə. Özdə hər insanda yox yəni. Çox ağır dil dağarcığı olmalıdır. O dilin özünün kapasitəsi olmalıdır bu işə, düşünüşə. Yəni bir dili ki, mesela 300-400 dənə kəlməsi var, elə çoxu da feilidir. Çoxu da feilidir. Yəni bunu gətir, onu götür, onu vur, onu yıx. Bunlardan fəlsəfə olmaz ki. Fəlsəfə ilə uğraşmaq üçün, fəlsəfə etmək üçün çox böyük dil dağarcığı lazımdır. Çox bilgi lazımdır və yüksək beyin performansı lazımdır. O düşünüşün məqamı oradadır. Ona görədir ki, demişik, insan mədəniyyətində, insanın düşüncə tarixində bütün elmlər, hər şey ki, ona elmi, bilim deyirik, fəlsəfədən ayrılmışdır. Fəlsəfə onun həm anasıdır, bütün elmlərin həm atasıdır. Bunu təqribən hər oturumda təkrar eləmişəm. Əgər siz müvafiq olsanız, Sayın Səfəli bəy, Hidayət qardaşım, siz əgər müvafiq olsanız, yalnız bu cələsə, o cür ki, mən o qapdım o bəhsi əvvəldə sizin ağzınızdan, doğru və yanlışı danışaq. Yoxsa bu bəhslər... Ben doğru yanlış danışaq. danışaq. İstəsəniz, mən burada şey qoydum. Doğru yanlışı danışaq. Buyurun. İstəsəniz siz buyurun. Buyurun. Mən o yoldaşlar ki, mənim yazılarıma və ya danışılarıma biraz təvəccühlər var. Bilirlər ki, mən hər zaman dil, kökən bilimindən girərəm fəlsəfənin bəhsinə. Yəni, etimolojidən və epistemolojidən. Yəni, etimolojidən, yəni dilin kökən anlamını, kələmənin, o söz hardan gəlib bizə yetişib, yəni. Yəni, o söz necə düzəlib, nədir?
Əgər biliriksə, onun kökünə getməliyik ki, bu kəlmə nədir? Biz bu beyində necə bu söz düzəlibdir? Bu anlam ki, biz onu mindirmişik bu kəlmənin üstünə. O anlam. Budur. Bir də hətta elə bu anlamın da üzərində çalışmaq, bu anlam nedir? O da epistemolojisidir onun. O anlamı istəyirik anlaşdıraq, araşdıraq. Və oradan girərəm bəhs. Ona görə istəsəniz, doğru sözünün, baxaq görək doğru sözün nədir? Doğru söz bilirsiniz ki, iki kəlmədən düzəlir. Çünki indi onu açdınız, mən indi o şeyə, yəni oturub mən buna hazırlanmamışam ki, bugün onu danışaq. Hazırlansaydım daha yararlı ola bilirdim mənə görə. Ancaq indi çünki nə deyirlər, bilbədahə danışırıq. Doğru kəlməsi türkçədə son eki var. R son ekindən, hətta bilirsiniz, R da deyirlər, önəmli deyil. Amma doğrusu doğrudur. Doğru deyil, bəziləri doğru da deyirlər. Yəni, çox şey. Bunun kökü doğ sözündən düzəlir. Doğmaq sözü oradandır. Və doğu sözü oradan, doğuş sözü oradandır. Günəşin doğmağı hətta sözü oradandır. İngilizcədə çox təəssüflə bunu bilməliyik ki, elə buna bənzər anlam gəlişmiş. Başqa mədəniyyətdə, İngilizcə deyəndə, İngilizcənin də yəni, qalxış yeri indiki Almaniyadır və o bölgədir. Demək ki, nə qədər yaxınmışlar bu mədəniyyətlər bir-birinə, Türk mədəniyyəti və bu mədəniyyət. İngilizcədə də Orient sözü buna işlənilir. Orient sözü doğu demək. Məsələn, deyir ki, Orient, Occident. Bəski, indi Occident çox işlənilmir İngilizcədə, amma yenə də ədəbiyyatda işlənilir və yəni, biraz istəyəsiniz, akademik ədəbiyyatda çox rahat işlənilir. Orient, Occident. Orientalizm, Occidentalizm. Orient həm də, dedik ki, ismidir ya, doğu həm də ismidir ya dedik, həm də ki, feilidir. Feilidir İngilizcədə. Yəni, necə ki, biz deyirik, doğrulamaq olur, feil edirik bunu. Doğurmaq, doğmaq o feil olur. Elə həmən tez feil olur. Doğ. Doğun özü feildir də orada. Doğma. Halbuki doğu ismidir. Doğu nə demək? Şərq demək. Değil mi? Çox gözəl. Orient nə demək İngilizcədə? Şərq demək. Oksident nə demək? Qərb demək. Batı demək. Orada nə olur? Gün batır. İnsanın baxışı dünyaya budur. İnsan illa da ki yuxarı, yəni üstuvadan yuxarı yaşayan insan ki, mədəniyyəti yaradıbdır. İndiki mədəniyyət ki, onu tanıyırıq. O insan doğuya baxmış, doğu bu tərəfdəndir, batı da bu tərəfdəndir. Yəni, Quzey qutubda və Güney qutubda yaşayan insan yaratmamış bu mədəniyyət. Afrikanın güneyində, ortasında. Mütləq yarım kürənin quzeyində yaratmış bu insan. Yəni, bizim insan yaratmış bunu. Ona görə baxsanız, məsələn, misal gətirirəm, çıxıram bəhsdən eşiyə, çox yox. Məsələn, saat görsəniz, saat belə çalışır. Saat 12 buradadır, 1 burada. Niyə belə çalışmır sizə görə? Çox bəlli bir sorudur. Niyə? Çünki bu üstuva xəttindən yuxarıdakı mədəniyyət bunu yaratmış. Əgər ondan güneydə olsaydı, saatlar belə çalışardı. Çox rahat. Yəni, çünki o yuxarıda yaşayan, illa da ki, soğuq bölgələrində yaşayan insanın baxışındandır hər şey. Doğusu da öylədir, batısı da öylədir. Ona görə Orta Doğuya Avropalılar Orta Doğu deməkləri çox da qərib deyil. Onlara görə də Doğu bu tərəfdir. Orta Doğu bu tərəfdir. Yəni, orada uzaq Doğu da var. Onlara Doğudur. Bizə yox. Yəni, bunu bir balaca orada işarələrdir. Ona görə xavər, hətta ki, var, xavər miyanədə elə aynı bəhsdir. Yəni, orientalist baxış deyirlər buna siyasət fəlsəfəsində. Orientalist baxış, yəni Avropadan durub hər yerə baxmaq. Avropa mərkəzli baxış. Buna orientalizm deyilir siyasət fəlsəfəsində. Elə biz də demirik, biz də oksidentalistik. Yəni, biz də bizim tərəfimizdən. Amma biz normalda elə baxırıq, yəni. Oksidentalist baxırıq. Onlar ki, beyinləri daha aydınlığa yetişmiş, onlar ki, batının o assimilasyonun altında deyirlər. Yəni, onlar ki, öz mədəniyyətlərinə yetişmişlər və öz varlıqlarına, özlərinə dönmüşlər deyəlim. Onlar oksidentalist baxırlar əslində məsələyə. Amma biz durub
demirik biz. Aksidentalistik. Her halükarda. İndi bəs doğu sözünü biraz bildik. Orient sözünü bildik. Hatta orient sözü aynı o doğu kelimesi şimdi necə feilidir, elə özdə feilidir. Mesela siz ben sizi orient eləsəm bir yere, yani size yolu göstermiş olurum. Bunu feil olarak işlenilir. To orient someone. Mesela orientation process. Yani bir şeyle, bir mühitiyle aşina etmek prosesi, öğretmek prosesi, yol göstermek prosesi. Niye Avrupalının beyninde, niye imumi beyninde, ha cem'i beyninde bir şahsın yok. Niye yol her zaman şərqə taraf olmuş? Bunun da bahsi çok rahat, saat bahsi şimdi. Çünkü sola taraf hiçbir şey yoktur, batıya taraf sudur. Boğulacaksın geçsen. Qara bu taraftadır. Sonralar Amerikanı planı bulmuşlar. O dil gelişenden arz edirik geçen mesela. En azından 15 sene, 20 senede. Niye oradaki bu tarafa orient deyir? Yani doğuya taraf. Hatta yol da deyir. Yol göstermek de deyir. Aşina olmak da deyir. Aynı kelimeden çıkar anlamında. Çünkü yol bu taraftadır. Yol o tarafta yol yoktur. Bildiniz mi? Yani siz İspanya'dan da baksanız böyledir, İtalya'dan da baksanız böyle. Her zaman doğuya taraftır. Batıya taraf bir şey yoktur. Sonralar bilirsiniz çok yeni insan medeniyetinde bunlar cemlere minmişler, etmişler. Güya Hindistan'ı tapmışlar. Onlara da Hindistanlı demişler. India. Herhalde. Biraz doğunu biraz bildik. Ve doğru söz de zaten oradandır. Yani demek, ne demek? İşığa taraf hareket etmek. O şey insanın menfaati, istilik. Biraz önce çok güzel bir şey işaretlediniz. Yarısı kaldı. Kepenek, biz ona kepenek diyoruz ya, Türkiye'de kelebek diyor. Neden o Şam taraf, Ota tarafçıdır? Orada da yani bizim romantik yazılarımızda orada da yanır, ölürcedir. Yalnız ışık değil, istiye taraftadır. Onun beyninde ışık isti anlamındadır. Hem de isti anlamındadır. Yani çünkü bunlar soğukkanlı hayvanlardılar. Böcekler soğukkanlı hayvanlardılar. Onlar normalde soğuk olanlar ve durup bakacaklar. Yani işte hareket edemezler. Siz mesela bir məhvəzənin ısısını azaltsanız, orada böcek öyle duracaqdır, dabəşməz. Ne kadar isti çok olsa çok hareket ederler. Onun enerjisini, bedenin enerjisini istiden alır. Bizim kimin değil ki her zaman onu diyelim ki tabiren 37 derecede kalsın. Soğukkanlı hayvanlar farklı. Böcekler de soğukkanlı hayvandılar. Ona göre istini sevirler. İstide canlılık bulurlar. Hareket bulurlar. Ve muhabbet, eşkdir, istidadı ve ışıktadır. Bunlar gene de neden dedik? Demek ışığa taraf hareket etme. Ona doğrudur. Ona doğru işti. Kelebeğe. İnsan da düzdür ki 37 derecede bedeni onu balans eləyir istisini. Her halükarda illa da ki bu medeniyet ki o soğuk insanın medeniyetidir. Türk insanı da ona dahildir. Ki soğuk coğrafyanın medeniyeti nedir? Yani Türk insanı mesela Afrika'nın ortasında gelişmemiş. Bozkırlarda gelişmiş, Orta Asya'da gelişmiş, indiki Azerbaycan'da ve bütün Xəzər dənizinin etrafında gelişmiş bir medeniyettir. Bizim bildiğimiz Türk medeniyeti, büyük Türk medeniyeti. Ve normalde soğuk yerlerdir. En azından yani 4 fəslilidən de hatta biraz az, daha çok soğuk yerlerimiz şeydir, insanıdır. Ona göre ona doğmaq, yani şərq, isti ve ışık daha menfaatlidir, yararlıdır. Ona göre doğru odur. Doğru yol da odur. Yolu da dedik, doğruyu da dedik, ışığı da. Ona göre doğru kelimesinin çok pozitif ve olumlu anlamı var Türk insanının beyninde. Türk insanının beyninde doğru kelimesi böyle oluşmuştur, böyle gelişmiştir. Bir şey ki ona yararı var, bir şey ki ona menfaat var, ona diye bu iş doğru. Çok doğru. Çok doğru dedin bunu. Çünkü o iş, o doğru kelimesi onun beyninde pozitif, olumlu, menfaatli, yararlı ve yaxşıdır. Ama eğri değil. Eğri, ondan sonra o şeyler ki şeydir, ona menfaati yoktur, eğridir, yanlıştır, kötüdür filandır. Biraz doğru sözünü açtım. Siz de görüşün, biraz söhbət edeyim, ben mütəkəllimi
vəhdə olmayım və bir də şansım olanda yanlış kəlməsini biraz açaram. Düzdür, yenə də bilbədə hazırlıq olsaydım daha çox eləyə bilərdim, yararlı olam. Ancaq iki cümlə ilə sözümü bitirim. O da budur ki, 2-3 dəfə də təkrarladım. Onun üzərinə sözümü düzəldəcəyəm və bina eləyəcəyim. O da neydi? İnsan, nə fəqət Türk insanı, insan hər şeyə ki, bizim beynimizin, benim şəxsimin, beynimin o qəbul etdiyi və üzərinə çalışdığı fəlsəfə bunun üzərinədir. Hər şey ki, insana yararlı olsa və ya onu yararlı təşxis versə, çünki ola bilir yararlı deyil. Ona görə biz onun İngilizce yazılarımızda zaten bunu yazmışıq biz. Perceived interest yazırıq. Biz interest yazmırıq. Biz insanın demirik ki, insan yararını sevən bir heyvandır. İnsanın bütün hərəkatı, Sayın Səfəli bəy, danışdığı, yediyi, hər nə hərəkət eləyir, əməl və əksüləməl, hamısı onun yararına, olmasa eləməz. Yararı üzerinədir. Beyin öyle çalışır. Başqa bir türlü imkanı yoxdur. Əsən onun eşiyə çıxmır o mənfəət, yarar bölgəsində. Biz bu barədə ağır yəni çox, ağır deyəndə mənə görə təbii ağırdır, əhəmiyyətlidir, amma yoldaşlar onu oxuyub eleşdirməlidirlər ki, dərdə dəyən bir yazımı deyilmi? Biz orada hətta demişik ki, orayacan getmişik ki, hətta bir adam ki, özünə zərər verir. Bir insan ki, özünə zərər verir, özünü incidir, özünə onu zərər edər, özünü hətta axırı nədir? Yəni, insanın ən axır zərər verici işi özünə nədir? Özünü öldürməkdir. Həyatını özündən səlb etməkdir. Hələ başqasının həyatını özünün üçün. Hətta onu bile bizim o yazımızda böyle ispat etmeye çalışmışıq ki, o belə perceived interest, yani onun təşxis verdiği mənfəət üzərinədir. Onun beyninin təşxis verdiği mənfəət üzərinə o özünü öldürür hər halda. Pəs, mən böyle bitireyim sözümü ki, bir insan her şeyi, bütün yaptığı işler, elədiği işler, onun sandığı təşxis verdiği. O təşxis mənə görə hətta doğru söz deyil orada. Ona görə İngilizcədə mən onu perceived yazmışam. Sandığı, öyle ki sanır, öyle ki təsəvvür eləyir mənfəət üzərinə. Çünki ola bilir ki, yanlışdır. Əslində, çox da zərərli olacaq bu. Öyle zənn eləyir ki, buna mənfəət olacaq, olmayacaqdır. Amma hər halükarda o sandığı yararın üzərinə hərəkət eləyəcəkdir. Və ona doğru deyəcəkdir. Və onun üzərinə də ola bilir, dirənə də və savaşa da hər oyuna gətirə. O doğru barəsində, yanlış barəsində də bir nəfəs çəkeyim. Siz də danışın. Mən də... Sağ olun. Düzgün axtarsanız, mən də bu bəhsə əslən düşünməmişdim. Burada elə ağzından çıxdı. Siz də onu yapışdınız, dedim tamam onu bəhs eləyək. Mən əslən düşünməmişdim ki, bu günləri doğru və yanlışı bəhs eləyək ki, yəni nə? Yəni, bunu düşünək ki, yəni indi əmələn cənabızla mən burada fil bidahə, yəni öncədən buna proqram tökməmiş, düşünməmiş, oturmuş bunu düşünürük. İndi biz düşünmək mərhələsindəyik. O brainistə hətta biraz da öncədiyik. Yəni mən bunları yazmışam ona görə. Yəni hətta yazmışam, elə oraya rücu eləyirdim yəni. Amma fikri ingiliscədir. Yəni ondan biraz bir neçə, yəni indi biz brainstorming deyirik. Mən özümü deyirəm. Yəni mən indi brainstorm mərhələsiyəm. Yəni o zaman o mərhələdəyəm, o yerdəyəm ki, baxıram, görüm nə demək? Yanlış nə demək? Doğru nə demək? Nə yanlışdır? Nə doğru? Onun üçün də sual ünvanında mətrəh elədim ki, sual qoydum ortaya. Yanlış nədir? Kimə görə? Nəyə görə? Doğru nədir? Kimə görə? Nəyə görə? Hangi zamana görə? Hangi imkanlara görə? Hangi coğrafiyaya görə Səfəli bəy? Hansı coğrafiyaya görə? Yəni mən onu ərz edirəm. Nəyə görə? Hara görə? Kimlərə görə? Kimə görə? Kimə görə yanlışdır? Kimə görə doğrudur? Yəni bu indi burada brainstorm edirik. Yəni beynimizdə tökürük eşiyə ki, sonra bunların içindən bir sentez çıxacaqdır. Yəni bir düşüncə çıxacaqdır. Əlbəttə cənabınız düşünmüsünüz təbiətən. Zehniniz biraz hazırdır. Amma mən vaqəən məsələn burada düşünməyə çalışıram ki, indi
düşünüşü düşünürəm. İndi bu o mərhələdə yox. Yəni o prosesin içində yox. O keçəcəyin içində yox ki, düşünüş nədir? Yəni nə mənim düşünüşü nədir? Yanlış nədir? Doğru nədir? Bunu biz indi düşünürük əslində. Ələn bu bizim zehnimizin məsələsidir. Beynimizin məsələsidir. Bu bunu özündən soruşur ya, dostlardan soruşur ya, bir-birimizdən soruşur ki, doğru nədir? Yanlış nədir? Mən harda, indi buradan bunu da soruşmaq olar. Əcəba mənim düşüncələrim doğrudurmu? Əcəba mənim düşüncələrim yanlışmıdır? Keçən seri Cənabınız da buna işarə elədi ki, insan tarixində bizim həmən %99 dediklərimiz ki, doğrudur, sonra bilmişik ki, yanlışdır. Bəşər olaraq görmüşük ki, o məqtədə, əlbəttə, o çağda, o durumda ən faydalı yolu seçmişik. Ki, bizi eləyə bilərsən, oradan ən çox faydanı ala bilər, onu seçmişik. O, çox fayda aldığımızda demişdik, doğrudur, o zamanda. Amma elə ki, zaman geçibdi, ya məkan da hətta değişilibdi, görmüşük ki, yanlışmış. Zaman geçib görmüşük, o fərqli ayrı tür baxmaq olarmış. Onun üçün də, əgər iki toplum, ya iki insan oturursa, bir məsələnin üstündə danışırsa və fərqli nəticəyə yetişirlərsə, onların yanlışı, doğrusu o anda, o ləhzədə mənfəətləri ki, oradan çıxarlar, ki, oradan əldə eləyəcəklər, o bəlli edir. Mən belə düşünürəm. Bəlkə indi bunu düşünək, dedim, indi düşünüşün içində yox, yəni düşmüşük bir qazanın içində, bəhs edirik o qazanın içində bu iki dana anlamı danışacaq ki, yanlış nədir, doğru nədir? Nəyə görə yanlış, nə zamana görə, nə məkana görə, hangi mənfəətlərə görə, bəzi şeylər, hətta mənfəətin dərəcəsinə görə yanlışı, doğrunu dəyişdirmək olur. Yəni, onun üçün bu, məncə, yanlış və doğrunun dərki, idrak eləmək və düşünməsi insanın özünə bağlıdır. Hər bir fərdin, hər bir bireyin özünə bağlıdır. Yəni, hər bir birey bir məqtəi tarixidə, bir məqtəi zamanidə, zamanın bir dilimində, kiçik ola bilər, böyük ola bilər. Bir şeyi yararlı görə bilər, doğru görə bilər. Elə zaman dəyişər, ya məkan dəyişər, ya faydanın mizanı, azlığı, çoxluğu dəyişər, yenə də o yanlış ya doğruluğu dəyişər. Mən belə düşünürəm ki, məsələn, deyək ki, ailə içində biri istəyir birindən evlənsin. Salır, çıxır, məsələn, o boyu uzundur, şık giyinir, başının tükü belədir, nə bilim, danışanda belə danışır, qaşları belədir. Amma, məsələn, ondan istəyir evlənsin. Ya, məsələn, dədəsi pulludur, nənəsi pulludur, nə bilim, özləri pulludular, maşını var, evi var falan. Amma evlənəndən sonra görür ki, o baş mənə adi oldu, başın tükü, o qaş, o göz, o falan, hamısı adi oldu. Bunun atasının, anasının pulu var, ya yox, mənə nə? Mən onunla yaşamıram ki, yəni mən bununla yaşamağa məcburam. İndi burada mənfəətlər dəyişir. Dünə necə mənfəət oydu ki, onu, o gözəlliklərini ələ gətirsin, o şey ki, onu çəkmişdi, onları ələ gətirsin, indi gəlibdir şeyin içinə, zindicanlığın içinə bir ayrı bir şeylər axtarır. O mənfəəti ələ gətirdi. İndi yeni mənfəət axtarır. Onun üçün geçəncəklər doğru gəlmir. Şeyin bir şeiri vardır, siz məndən yaxşı bilərsiniz, şeirləri üçün hafizəzdə saxlaya bilirsiniz. Rəhmətli Kərimi Mərağeynin bir şeiri var, xanıma görə deyir ki, əvvəldə bunun bədəninə çox gözəl şeirlər deyir, amma sonra biraz qocalır falan, onları zəhərə, məsələn, yüzündəki xalı zəhərə bənzədir. Yəni, dünə nəzən ki, ona qurban kəsirdi o xala, indi məsələn ona, niyə bu cür olur? Çünki insan zaman değişdikcə, mənfəəti təmin olduqca, başqa bir şey doğru bilir və başqa bir şey axtarır. Yəni, ben istəyirəm deyəm ki, mənim indi deyilən
düşünürəm bunu. Bu qavramı düşünürəm. Mənim indiki düşünüm mümkündür sabahlarından fərq edir. Yəni mümkündür sabah bir gün, gələn günlərdə, gələn aylarda, gələn illərdə. Çünki indi bunun mən beynimin şeyi elədim. Yemağı, beynimin ələşdirməyi, beynimin bundan güləşməyi konusuna qoydum ki, tamam bu yanlış nədir, doğru nədir? Nəyə görə yanlış, nəyə görə doğru? İndi mənim beynim bunun üstündə mümkündür ki, illərcə bunu hey aşağı yuxarı eləyə, götürə, qoya, ölsə, enin, boyun və hey bunu hey düşüncəsi değişər. Çünki biz düşündükcə bir mövzunun üstündə, bir konunun, bir kəlmənin, bir anlamın üstündə nə qədər çox vaxt qoyursaq, onu ələşdirirsək, onu alt-üst edirsək, belə onu düşünürük. Belə onu çox düşünüşümüzün mərkəzində qoyuruq və analiz edirik və dərk eləməyə, idrak eləməyə çalışırıq. Mümkündür də heç vaxt ömrümüzdə idrak eləməyək ki, o doğruydu ya doğru değildi. Mümkün dedik, o zamana görə, mənim nəzərimdə, zamana görə, məkana görə, mənfəətə görə, çıxara görə biz gəlirik bir şeyi doğru bilirik. Mümkündür ki, məsələn, mən ömrüm bu taraf gedəndən sonra o birisi nəsə deyəcək, bunlar nə çox qələt iştibah edilmişlər. Nə çox səhv ediblər, nə çox yanlış ediblər. Bu bizim tariximizdə də çox görsənir. Yəni Azərbaycan millətinin tarixində baxanda biz çoxlu bunları görürük. Məsələn, indi bu günləri 21 Azər dünən idi, ya bu gün idi Oğuz bəy? Dünən. Məsələn, 21 Azər hərəkatı məncə keçən 75-76 ilin o bölgədə, yəni İran adlanan bölgədə ən önəmli konusu ki, heç konu bu qədər bəhs olmayıb ki, bu olubdur. Hala da bunun yanlışında, doğrusunda bəhs olur. Və hala müxtəlif nəticə. Yəni bu gündə mən fikirləşirəm ki, ən böyük siyasi mövzu ki, İranın tarixində bəhs olubdur, kitablar yazılıbdır, danışılıbdır, falan olubdur, çox əcibə nəticələrə çatıblar və deyiblər və doğrudur, sonra yanlış olubdur. Mən fikirləşirəm ki, 21 Azərdir. Amma hələ də var ki, bunun üstündə insanların, bir çox insanların düşünüş məsələsidir. Yəni onu qoyublar beyinlərinin mərkəzinə, gecə, günüz, yatmadan, durmadan, hər zaman ki, fürsət edirlər, onu mübahisə edirlər, onu danışır, onu araşdırırlar. Məncə düşünüş budur. Düşünüş budur ki, özünə bir məsələ yaradırsan, beynine bir məsələ yaradırsan, onun üstündə fikirləşirsən, onu anlamağa çalışırsan. Bu çalışmaq düşünüşdür və indi bu düşünüş də iki tərəfi var. Ya yanlış olur, ya faydalı olur, ya dəyərli. Buyurun siz devam edin. Çox təşəkkür. Sağ olun. Mən bir daha yəni öz görüşümü təkrar eləyim ki, düşünmək kəlməsi ilə düşünüş kəlməsini əsla qarışdırmamalıyıq. Danışıqlarımızda da və bir anlamı yetirməyə çalışdığımızda da əsla aynı məsələ deyil, çox fərqli bir məsələdir. Düşünmək, bir şeyi düşünmək, bir şeyin düşünməyinə varmaq, bir şeyi anlamaq fərqlidir. Maalesef Güney Azərbaycanda və Böyük Azərbaycanda da işğal altında olduğuna görə çox uzun süre Rus və İran təsir altında olduğuna görə və dil gəlişmədiyinə görə və dil qurumu olmadığına görə hali-hazırda da həm Quzey Azərbaycanda, Azərbaycan Cumhuriyyətində, həm Güneydə anlamaq kəlməsi ilə düşünmək kəlməsini qarışdırırlar. Halbuki anlamaq başqadır, düşünmək başqadır. Və düşünməyi anlamaq yerini işlədirlər. Çox yerlərdə. Filan şeyi düşündüm, yəni filan şeyi anladım yerinə gəlir ki, bütünlüklə yanlışdır. O da nəyi göstərir? O dilin pozğunluğunu göstərir. Dilin gəlişməməliyi məyub olduğunu göstərir. Və belədir, bir uşağı, dil bir heyecanlı bir varlıqdır. Bir uşağa bənzər bir... İndi bunu Oğuz bəy açıqlayaq ki, yəni indi mənə də sualı olar, dostlara da sualı olar ki, anlamaqla düşünməyin fərqi nədir? Çox fərqi var. Mən o sözümü davam edeyim. Əlbəttə, o özdə bir məbhəsdir.
Ve Güney Azerbaycan bu çok fəqir olduğundan düşünce olarak, dil olarak işgal altında olduğundan hem Güney Azerbaycan hem Azerbaycan Cumhuriyeti, yani bütün Azerbaycan Türkleri o normal o gelişme süreci ki mesela Alman dilinde olmuş, İngiliz dilinde olmuş veya başka Fransa dilinde olmuş. Burada olmadığına göre ve yetersiz ve yetim kaldığına göre ona göre görürsünüz ki düşünmeyi anlamak yerini işledir. Ondan sonra hüş yani karıştırır bir sözler deyir də bu kətdə öyle danışılır, o şəhərdə öyle danışılır, hamı da özünü doğru bilir. Hər halükarda ama biz o məqamda deyilik. Biz akademik olarak Bir misal verin lütfen. Bir iki daha misal verin ki bunun fərqini bilək. Yəni mütləq, anlamaqla düşünməyin fərqini. mütləq, İndi misal vurdunuz ki, məsələn, falan şeyi düşündüm. Onu mütləq, anladım. mütləq. Sen dedin ben anladım. Bunu bir iki misalla lütfen. Mütləq biz o məqamda deyilik ki, normal millət kimin məbhəsləri danışaq. Biz həm Türkçeyi, həm Türk fəlsəfəsini, Türk düşüncesini ve Türk düşünüşünü akademik olarak okumuş birisiyik ve bu barədə yeterince yazılarımız ve düşüncelerimiz var. Ve çok büyük çok büyük böyle giant, çok büyük Türkçülerden, Türk dilinin uzmanlarından, ustadlarından ve Türk felsefesinin ders almışıq. Bizim ayaklarımız onların çiğinlərinin üstündedir. Ona görədir ki biz heç enmərik bəzi yerlərə ki, bəziləri elə deyirlər, elə bizim kətdə belə danışılır da belədir. Tamam, onu anlayırıq. Biz enməyəcəyik o səviyyəyə. Biz millətimizi yüksək səviyyəyə çəkməyə çalışacağıq. Biz onların səviyyəsini enməyəcəyik. Bir intellektualın, bir aydının vəzifəsi və işi, əgər özünə vəzifə təyin eləmək istəyirsə, milletin səviyyəsinə enmək deyil. Çünkü bilirsiniz ki, Orta Doğuda böyle bir düşünce var ki, adam gərək milletin səviyyəsinə ensin, milletin diliyle danışsın. Biz geçen dəfədə əlimizlə, dişarıyla dedik ki, biz bütün orada bize deyilen ve bizim beynimizde algılanan algılar için bizde hamısını böyle başını ətəyinə, başını ayağına, ayağını da başına çevirmiş bir insanıq biz. Bize her ne ki orada öğretmişler, onun tersine biz düşünürük. Niye? Çünkü biz bulmuşuq ki, biz o yere yetişmişik ki, bize deyilen bu düşünceler, hatta geçen dəfə yadınızda gəlsə, neyi başını, ayağını baş elədik ki, insanın sözü önemlidir, özü önemli değil, söz eğer haqsa, doğruysa, yok öyle değil. Onu da danıştık biraz. İndi de aynı şey deyirəm ki, milletin səviyyəsinə enmek lazımdır. Milletin diliyle danışmak lazımdır. Yoksa insanı dışlarlar. Hiç önemli değil. Çünkü biz ne mələkə zibayı olmağa çalışırıq, ne onun bunu bizi təyid eləməyin, yani şeyindeyik, şəhvətindeyik, ne bir sözü anlatmak şəhvətindeyik. Yok, biz düşüncemizi, özümüzü sizinle danışarıq. İndi 100 nəfər buna diqqət elər, öğrenər, 100.000 nəfər qəbul elər, rədd elər, dünya aləm. Heç bizə önemli değil. Çünkü biz o məqamda deyilik ki, birilərini qane eləyək, iqna eləyək ki, biz düz deyirik, ya bizim sözümüz yararlıdır. Əsla oranı geçmişik ki, biz onun bunun təyidini arayaq. Ona görədir ki, biz bu düşüncəyə varmışıq ki, biz millətimizi yukarı səviyyəyə, bizim səviyyəmizə qaldırmağa çalışacağıq bu sözlərini, bu danışıqlarını. Biz onların səviyyəsinə enməyəcəyik. Çünkü biz zincirləri qırmışıq, biz azad olunmuşlarıq. Yəni, əgər bir quş ki azaddır, o gəlib, öz həmvətənini, qardaşını istəyir qurtarır, özünü zəncirə təzəşdən soxmaz. Ona uçmağı öyrədər. Biz uçmağı öğreden insanlardanıq. Düşünüşü ve Azerbaycan düşünüşünü, Azerbaycan merkezli, Türk merkezli felsefeni üzerinde çalışırıq. Çox fəqirik, çox yoxsuluq, amma çalışırıq, başqa yolumuz yoxdur. Yəni mütləq Alman fəlsəfəsi üzərinə, İngiliz fəlsəfəsi üzərinə, Fransa fəlsəfəsi üzərinə ki, hətmən onları bilməliyik. Doğu fəlsəfəsi və illa da ki bizdə olmasa da yaradacağıq. Olmasa bir
qaranlıq yer, oraya işıq salacağıq. Biz də sala bilməsək, biz o cəhdi ki, ona eləyirik, öbürlər bizə deyəcək, sən yaxşı eləyə bilmirsən, siz eləyin. Buyurun, siz eləyin. Biz böyle bir məqamdayıq. Ki biz o Fərhadın o dağı qazmaq kimi şiirinə görə. Biz bu dağı qazacağıq. Biz də qaza bilməsək, hər kəs də məsqərə eləsə, bu çürüncünə bu dağ qazılmaz. Tamam, siz gətirin buldozerlə qazın. Siz böyük makinelerle gəlin. Siz 100 min nəfər gəlin tökülün qazın. Biz bu işi görməliyik. Əgər Azərbaycan Türkü özünü mədəniyyət qurmaq istəyirsə, özünə sahib olmaq istəyirsə, özünün fəlsəfəsi olmalıdır, düşüncəsi olmalıdır. Çünki fəlsəfəsiz düşüncə, teknoloji, devlət, millət olmaz. Onun bunun fəlsəfəsinə dayalı olmaz bu işlər. Elə onun bunun içinə bənzər. Özümüzünki olmalıdır. Və biz bu işi görəcəyik. Deyirəm, hətta biz də yaxşı eləyə bilməsək ki, mən əminəm ki, yaxşı eləyə bilmirəm mən. Mütləq bu özü bahis olacaq ki, bəziləri deyək ki, filan kəs bunu bilmir bu işi. Bizə deyək, çox gözəl. Buyurun. Bu işi. İndi anlamaqla şey sordunuz. Mən çox qısa oraya doxunum. Əsla uzun bir bəhslə anlamaq nə demək? Uzun bir, yəni mütləq mənim qənaətimdə 20 saat danışa bilərəm bu barədə. Halbuki bəziləri 3 ay danışırlar üniversitelərdə. Yəni 3 ay hər həftədə 2 gün gəlir, dərs verir. Ki, anlamaq nə demək? Əslində, sonunda da bilmirik anlamaq nə demək. Əslində biz bilmirik anlamaq nə demək. Amma düşünmək nə demək? Yəni çox qısa ərz eləyim ki, Güney Azərbaycanda bunu qarışdırırlar Azərbaycanda da. Anlamaq, yəni bir şey anlayıram, mən bir şey oxudum, anladım məsələn. Anlaya bilmədim məsələn. Amma düşünmək, onu proses etməkdir beyində. Bir şey anlayabilirsin ama ilzamen düşünmürsen onu. Bir şey düşünmek yani o bilgilerin ilişkilerini bulmak eğer varsa. O düşüncedir. O düşünmektir ve düşünmekten de düşünce yaranır. Çünkü bilgiler böyle unittiler, bölüktüler. Parça parçadılar bilgiler. Mesela biraz önce de ışık, isti, elektrik, magnetik. Onu getirirsin ki, elektrikle magnetik mesela birbirine aynı şeydir. İlişkisi var. Işıkla isteğin ilişkisi var. Yoktur. Belki de yoktur. Bu ilişki, bilgi parçalarını, çünkü bilgi parçadır. Bölüktür. Granule deyirlər İngilizce'de. Yani gum kimindir. Bilgi gum parçaları kimindir. Granule. Mənə görə çox adamlar deyirlər bəs ki, bilgi axır, su kimindir. Bir ip kimindir. Bir su kimindir. Biz öyle düşünmürük. Bizə ki, epistemologist deydim, budur da istəmirəm içinə girəm. Çünki onun içinə girən çıxmaq olmur bəsdən. Bilgi bizə görə granuldur, parça-parçadır. Yəni bir bilgi. Mesela indi gecədir, indi işıqdır, indi günüzdür ya yox. Bu bir bilgidir ya yox. Bu bir dənə bilgidir ki, indi günüzdür bu saniyə. Başqa yerdə gecədir. Çox güzel. Bu iki dənə məsələnin ki, başqa yerdə gecədir, indi buradaydı. Bunun ilişkisi var mı bir-birinə ilgili, yəni bir-birinə rabitəsi var mı? Yox mu? Bunu proses etmek, bilgileri birbiriyle ilişkilerini bulmak eğer varsa veya yoksa onu anlamak, bunun prosesine biz düşünmek diyoruz. Tamam. İcazə mən bir dənə anlamaq başqa məsələdir. İndi məsələn mən bir şey anlayabilirim, anlayabilmirəm. Olabilir ki, beynim yaxşı çalışmır. Beynim məşğuldursa, yarın okudum, anladım. Mesela anlamadan düşünmən şey biraz farklıdır ve maalesef dil qurumunun olmadığından anlamaqla düşünmək yanlış eləyirlər. Hətta bilirsən, mən filan şey deyir, düşünmədim. Sən deyir, yaxşı deyirsən, mən düşünmürəm. Mən öz-özümə deyirəm, bu nə danışır? Nə demək mi düşünmürəm? Sən bunu anlamış mısın ki, düşünəsən ya yox? Sən deyəsən ki, bunu anlamıram. Amma Azərbaycanda Türkçe dili məzlum olduğuna görə, Türkçe dili fəqir olduğuna görə, yetim olduğuna görə anlamaq kelimesinin menfi yükü vardır. Bunu mesela ben sizden sorursam falan şey anladın mı? Size. Elə bir şey yani benim ağılsızam mesela. Halbuki mesela ben özüm danışanda bazen yoldaşlarla ben diyorum ama ben falan şey anlamadım. Onu bir de ben onu anlayayım. Görürüm ki dedim bu dedim ben anlamadım. Bu cərəh deyək ki, mən onu şey, bilmirəm nə deyim yerinə, düz verir budur ki, anlamadım. Və siz də mən filan şeyi anlatmağa çalışıram, siz anlamadınız. İcazə verin, ya mən anlatamadım,
Ya da siz anlamadınız. Onu biraz düşünün, belki anladınız. Biraz bir zaman verin, belki 2 saat sonra anladınız. Belki bir ışık geldi beyninize sabahlarıma 5 gün sonra. Bazen adam bir şey eşidir, okuyur bir sayfayı. 6 gün sonra oturup bir de maşın sürende bir yerde, deyir onu anladım. Çünkü gelir o bilgiler yerine düşür. Şimdi yani ona göre mesela, hatta mesela anlamaz adam. Filan kəs anlamazdı. Hatta bilirsiniz Azərbaycanda qanmaq, Türkiye şivəsində qanmaq sözü, yəni aldanmaq. Filan kəsə qandı, filan kəsə qandırdı, yəni onu aldatdı. Bəli. Bizdə də Anladım. amma bizdə hətta o qədər yanlışdır ki, bizdə qanmaq sözünü hətta anlamaq sözünün anlamına işlədir. Deyir ki, filan kəs filan şeyi qandı və ya ona qandır bunu. Yəni çox ağır vəziyyətdə onu anlat ona. Və filan kəs qanmazdır. Yəni filan kəs anlaya bilmir. Halbuki qanmaq, yəni Türkiyədə kanmaq deyirlər. Qan sözü burada feil olarak, yəni bir türlü onu ayartmaq birini. Ayartmaq, aldatmaq və ona hileyle bir şeyi onu beynine koymaq. Kan sözünün kökü oradan gelir. Ona göre bir adamı qandırmaq, yəni o adama yanlış bilgi vermək əslində. Və indi biz gene de qanmağı dedik, anlamağı dedik ve düşünmeyi. Düşünmek daha yüksek prosestir. O da bilgilerin ilişkilerini bulmak eğer varsa ve bir türlü onları ilişkilendirmek lazımdır da bilgileri. Yoksa sen hiç görebilmezsiniz bilgileri. O adam hiç oturup ona biz deyirik ki mesela ağıl olarak geri kalmıştır. O bilgileri birbirine yapıştırabilmir. Ona göre oradan mesela hatta su da götürüp içebilmir. Ona göre su içtir. Çünkü o bilgileri beyindeki olan o erzeladik Grunwald'ı, Gum kimin o bilgileri birbirine yapıştırabilmir ki adam ayağını böyle atar sonra bir attığımı atar sonra durar elini böyle tutar suyu doldurar içer ağzını açar. Yani bu olmur. Bu proses olmur. Və hatta rabitəsini bulabilmir ki, bu bilgi ilə onlar. Hələ qala ki, siyasətdə, hələ qala ki, ictimai məsələlərdə görürsünüz ki, insan sayın Səfəli bəy, insan 100 minlər il, milyonlar yox, 100 minlər il necə ki bir heyvan, necə ki bir inek, bir kuzu, sizin bildiğiniz hayvanlar, sizin etrafınızdaki hayvanlar. Onlar birbiriyle cütleşmeyin, yani birbiriyle cütleşirlər, biz cütleşmək deyirik də Azərbaycanda. Uşaq doğurmağın rabitəsini bilmirlər. Yani İnsan da 100 minlər il, çok da dili de olmuş, danışmış da, ancak bu iki bilgiyi birbirine yapıştırabilməmiş ki, bu uşaq necə düzəlir? Hələ də var ki, şeyi gətirir. Cidden zeyirəm xidmətinizə. Yox, elə indi də görürsünüz də uşaqlara deyirlər ki, sənin ərsəncilər, o da bilgidir də, bilirsiniz, o da bir bilgidir. Yəni uşağa bilgi verir ki, səni ləhlək gətirib məsələn. Ama yanlış bilgi. Herhalde yok. İnsan bunu bilmirdi. İnsan bunu bilmirdi ki bu iş iki tane bilgi, bir cütleşmek, bir de uşaq düzeltmek. Bunlar birbirine bağlıdır. Sonralar deyirdi bəs ki, yalnız erkek bu işi görür. Yani erkek cütleşende o uşaq erkekten gelir. Qadın yalnız bir dənə şeydir, bir qabdır. Bu gətirir uşağı qoyur, sonra uşağı o da təhvil verir. İndi vericinin onu ocağa qoydum bu çörəyi, indi pişdi çıxardaq görək uşaq necə çıxır. Yox, ciddi deyirəm. Bunlar elə danışığımız elə bular. Elə indi də olsun. Yəni indi də hətta bəzi yerlərdə elə vardı ki, deyir məsələn, xanımda müşkül var, uşağı olmur, mən kişiyəm, mən. Olsun, o cəhalətdir. Cəhalət. Yəni İnsan bilgiler birbirine yapıştırabilmirdi. Mesela biz getiririk bir tane heyvana, yani qarğıya, çok ağıllı, en ağıllı kuşlardan biridir qarğa ya gəcələ. Aslında kuşlar, uçanlar aleminde en ağıllısı gəcələdir veya qarğanın bir çeşididir. Biz getiririk ona mesela bir tane bir şey koyuruq, bir tane de oraya makine koyuruq, makine yani əhrum. Oradan getiririk oraya bir şey koyuruq, deyirik ki onu belə çəksin. Ona da göstəririk. Ya, hətta bəzən də özü tapır təsadüfən. Bunu belə çəksən, onu eləsən, oradan o dənəni götürüb yeyəcəksən. Yaxşı. Yəni nə demək Səfəli bəy? Demək ki, bu əhrumu çəkməklə cause and effect, yəni illət və məlul. Onun rabitəsini tapdı. Ona görə o yaşayacaqdı, o biri yaşayamayacaqdı. O birisi ya tapıb yeməyəcəkdi. Bəs mən
insan mədəniyyətindən misal gətirdim ki, uzun sürə insan deyib ki, Allah uşağı verir adama, bəlli bir güclər var. O güclər bir ailəyə, bir erkəklə qadına 10 dənə uşaq verir və ya 10 dənə qız verir. Öbürü tərəfə də məsələn 10 dənə erkək verir. O erkəklər də gedirlər, məsələn yıxırlar, gətirirlər, dağırlar, yağmalayırlar. Bəs o daha zəngin olur. Bu qızlar da o işi görə bilmir ya, eləmir. Ona görə Allah ona erkək oğlu veribdi. Ona görə dua edirlər ki, erkək olsun. Hətta uşaq olsun məsələn. Amma bunu Allah verirdi yəni. Və ya başqa bir güclər yəni. Ya gedirdin bir yerə yalvarırdın, sıtqıyırdın. Hala da dünyada var, bəzi yerlərə gedib ağlayırsan, yalvarırsan, sıtqıyırsan, sənə uşaq verir. Yəni herhalde yardım eləyir sənə yəni. Bir də sən özündə o işi görməlisən də, o işi görməsən uşaq olmaz. İnsan onun rabitəsini tapmış. Amma öncədən öyle değildi. Hər halükarda mən yenə də dönüm o sözdə ki, bilgiləri bir-birinə yapışdırmaq və onların ilişkisini bulmaq əgər varsa, çünki bəzən də yoxdur, onu bulmamanı da gəl biləsən ki, bununla rabitəsi yoxdur. Bəzən görürsən bir şey məntiq istidlal eləyir, amma bir-birinə rabitəsi yoxdur, boş şeydir yəni. Yəni əslində istidlaldan şeydir, yoxsundur, çünki filan şeyin rabitəsi var. Rabitəsi yoxdur. Demək ki, onun rabitəsini bulmaq və ya rabitə olmadığını bulmaq. Bu proseye biz düşünmek gerekir. Anlamak başkadır, düşünmek budur. Düşünüş başka bir bahsidir. Gene de uyarırım ki, düşünüş başka bir bahsidir. Onu işletmirik bu bahsleri. Bəs mən yalnız çalışdım o sözləri təsih edeyim. Yoxsa hələ biz qaldıq ki, bir de bir şey, insana her şey, insan varlığına her şey zararlıdır təqribən. Her şey havadan tuttu. Hava ki siz soluklanırsınız. Yediğiniz yemekten, sudan, her şey ki görürsünüz zararlıdır. Onun varlığına. Yalnız onun miktarı təyin olunmalıdır. Mesela hava ki soluklanırsa, onun belli miktarda size yararı var. Ondan azı da size belli bir miktarı vardır, belli bir spektrum var. Azı da size zarardır, çoxu da size. Aslında çoxu zarardır. Yemeğin de öyle. Suyun da öylədir, hər şey, işığın da öylədir, istiyin də öylədir, hər şey ki, hər vitaminin də, nə bilim, hər şey ki, siz təsəvvür edirsiniz insana normalda zərərdir. Məyər ki, bəlli miqdarda ola. Bunu Lavoisier'in sözüdür, mənim deyil. Çox büyük dünyada şimi elminin böyüklərindən deyir ki, siz hər nə yeyirsiniz, zərərdir sizə. Məsələ budur ki, o nə qədər, hətta davanı istəyirsən bulasın ki, sizə nə qədər dava verirsin, filan xəstəliyiniz var, filan davanı alasınız, filan ilacı alasınız. O sizin ağırlığınıza görə, sizin genetik backgroundınıza görə, buna görə sizə dava verir. Məgər nə qədər verilməlidir? O nə qədər verilməsə, çoxu da sizə kötü, pis şey edə bilər, azı da. O bəlli miqdarda. Bəs bilgi də belədir, bilginin ilişkiləri də belədir. Təqribən hər şey. Qeydaq ki, nə əsli məsələmizə yanlışı deməli şəkərlər. Siz buyurun. Yanlış və İslam onu görə. Baxdım gördüm bir saatdır biz hələ yanlışa gəlməmişik əslində. Belədir də məsələ bəhslər belədir. Əgər biz yalnız bir şey danışsaq, böyle ona görə pərakəndə danışsaq, çünki hər şey pərakəndə. Mən də ona görə tövsiyə edirəm ki, sizdən istəyirəm ki, yalnız bir bəhs danışaq bundan belə. O bilirsiniz, elə düşünüşün də məsələsi budur. Yəni düşünüş fəlsəfədə hər şey bir-birinə bağlı olduğu üçün təciziyə eləmək olmur. Yəni bunu təciziyə eləyəsən, qoyasan, qıravat biraz yönləndirmək olur. Amma bizim də burada elə gedişatımız budur da. Yəni məsələn bir şeyi ki ağzımızdan çıxır, onu proses eləyirik. Ya öncədən proses eləmişik. Yəni hazırdır beynimizdə. Ya da ki, amma bizim qulaq asanlarımız var, görənlərimiz var ki, biz onları da nəzərdə almalıyıq. Yəni deməliyik ki, məsələn mənim bir ustadım var idi, mənə çox gözəl bir şey öyrətdi. Mən o adamı çox sevdim. Çox zəhmət çəkdi. O bir gün dedik, bir yazı yazmışdım. Mənə dedi ki, əlamət sual qoymuşdu. Yazımın üstündə əlamət sual qoymuşdu, gətirdi, verdi. Mənə 14 verib. Mən də istəyirəm gedim ruznamədə işləyəm. Mənə ruznamədə dedilər, ruznamə səlam. Mənə dedilər ki, işindən gətir görək ki, nə işin var. Mən də getdim bu yazını ki 14 almışam. Özdə əlinə yazmışam. Ayıb deyil ki, bunu gətirdim, verdim, apardı. Sabahsı gördüm, zəhbirdi, gəl işlə.
Getdim dedi ki, niyə 14 almasan onu gətirirsən versin mənə. Dedim vallahi əlimdə olan mövcud buydu. Ona görə gətirdim. Ya bunu tənbəllik eləmişəm, bir də yazmadım sizin üçün. Dedi yox, bu ustaddan 14 almaq yəni çox böyük bir iş. Mən bundan 14 almamışdım özüm bunun şagirdi olan zaman. Yox, o bir sual, o guzarışın üstündə bir sual əlamət qoymuşdu çoxlu. Mən soruşdum ki, mənzurunuz nədir? Çox aydındır bu. Dedi sənə aydındır, mənə aydın deyil. Mən bunu oxuyanda, sən bunu ruznamədə çap eləsən, gərək səni qoyaq, koplayaq ruznaməyə, hər adama bir dana səndən verək ki, o adam bundan soruşsun ki, mənzurun nədir? Sən bunu, bu kəlməni yazmışsan, bundan istəyin nədir? Sən bunu yazanda gərək nəzərdə tutasan ki, o adam ki, mənim müxatəbimdir, ya bunu oxuyacaqdır, o müxatəb olurdu. Da, yəni mənim audiyensim olur. O audiyens bunu nə qədər bilə bilər, nə qədər ehtimalı var bilməyək. Məsələn, biz indi burada bəzi kəlmələri Cənab-ı anlamaz, qanmaq, qanmamaq, bunları işlətdik. Məsələn, bizim birində insanlarımız mümkündür ki, bunu elə o anlamda ki, kətdə, şəhərdə, küçədə, bazarda işlədirlər bir-birlərinə görə şuxluq ya ciddi, elə o anlamda görür ki, məsələn, Oğuz bəy dedi, andamıram, andıram, qanıram, qanmıram, qandırıram, qandırmıram. Məsələn, bunları, amma biz o zaman ki, bunu açıqlırıq, qoymuruq onun üstündən geçsin. Bu bir düşüncədir. Əslində biz deyirik ki, kəlmələrin işləyişinə və anlamına diqqət eləməliyik. Çünki kəlmənin anlamı ola bilər ki, bir toplumda dilin sahibi olmadığı üçün, dilin sahibi dövlətdir əslində. Dövlət qurumu olmadığı üçün, arkasında pul olmadığı üçün, o dili elmi şəkildə işlətmədiyi üçün, o dil avamlaşar, getdikcə fəqirləşər, getdikcə gedər. Bizim, məsələn, bizim Təbrizdə, məsələn, radio, televizyon istirişi deyə türk elədir. Gəlir, deyir ki, kətlər və kəttilər. Yəni, elədir ki, bizim dilimiz kət dilidir. Yəni, kətdə dedi ki, məsələn, elm bilmir, teknoloji bilmir, fəlsəfə bilmir, kompüter bilmir, internet bilmir, riyaziyat bilmir, fizik bilmir, şimi bilmir, nucum bilmir, döktürlük, tibbi bilmir, dava dərman bilmir. Məsələn, deyir ki, sizin diliniz yox, o dil. Amma bizim dilimiz o dil deyil. Bizim dilimiz həm elmi dili, həm siyasət dili, həm qanun dili, həm bunlar ola bilər. Amma bunun olmaq üçün gərək nə ola? Bir qurum ola, dövlət qurumu ola. O gələ deyək ki, bundan bu yüzden, məsələn, qanmağı bu anlamda hər yerdə işlətməyin lütfən. Hər kəlmənin özünün anlamı olmalıdır. Onun üçün, məsələn, amma indi bunun üçün o yoxdur və biz də burada işlədirik. Cənabınızla mən də burada işlədirik. Mən də bilirsiniz, dil məsələsində zəifəm. Bunları öyrənməliyəm. Yəni, yox, tarif yoxdur ki. Biz bunları, mən bunları öyrənməliyəm. Dostumuz bunu öyrənməlidir, o bunu öyrənməlidir. Buna xəcalət çəkməyə ehtiyacı yoxdur ki. Bunu, o zaman ki, etiraf eləməsəm ki, mən bunun mənasını düz bilmirəm, düz işlətmirəm, elmi örgəşməmişəm, örgəşməyə əlaqəm olmayacaq. Desəm ki, mən yox bilirəm, da doğru bilirəm, da örgəşməyəcəm heç vaxt. Mən buna görə ki, öyrənəm, doğrusunu biləm, hətta baxın, doğru yanlışı bəhs edirik, ona görə aparıram ora. Öyrənməliyəm, xəcalət çəkməməliyəm. Deməliyəm ki, tamam, o adam məndən 2 köylə çox dildə qıcırıbdır. 5 il, 10 il çox zəhmət çəkibdi, gedibdi, 4 il danışqahda dərs oxuyubdi, Türk danışqahında dərs oxuyubdi, filan danışqahda dərs oxuyubdi, bunu örgəşibdi, kökün bilir, filanın bilir, bunun anlamını bilir, doğrusunu bilir. Mən onu bilmirəm. Tamam, qutarcıq, necə dava dərmanı bilmirəm, necə məriz olsam əməl eləməyi bilmirəm, elə bunu da bilmirəm. Dil ondan da çətindir. Yəni, əməl daha rahatdır. Sınıqçıya gedərsən, sınıqçı sənə örgədər sınıq, amma dil məsələsi bu cür deyil ki, gedərsən 1 ayla, 2 ayla örgəşən. Dil məsələsi ömür məsələsi. Və düşüncə məsələsidir. Yəni, biz dil ilə hər şeyi bir-birimizə deyirik. Və budur ki, məsələn, mən bir dəfə, Oğuz bəy, Tehrandayam, biz də ona bizim gəlin familimiz var, gəlindir, çox cavan bir xanım qız, danışırıq. Mən bir dana zərbülməsəl dedim buna. Ağa, bu başladı ağlamağa, sən mənə toyin elədin. Deyilən ki, ağa, zərbülməsəldir, bu zərbülməsəlin anlamı budur. Yox, o elə bir dana, məsələn, zihnində bir tərsə bir anlam var idi. O anlamı aldı ki, yox, belə deyil. Yəni, bilirsiniz, onun üçün biz bunu qəbul eləməliyik ki, bizim dilimiz elmi deyil Azərbaycanda.
Güney Azərbaycanda. Elmi deyil. Bizim dilimizin dövlət sahibi yoxdur. Onun üçün biz kəlmələri doğru yerdə işlətmirik. Bu da bahis olur ki, toplumumuzda çoxlu ixtilaf çıxır. Məsələn, Azərbaycan torpaqları təəssüflə son quzarışlara görə ki veriblər, ən çox savaşan insanlardan bir-biri ilə savaşırlar Azərbaycan torpaqlarında. Yaşılıq. Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda. Niyə? Çünki sözləri düz işlətmirik. Onun üçün də misandristendir. Yəni pis düşünür. O birisi deyir ki, o mənə yanlış anlaşır. O da deyir ki, sən mənə niyə toyun edirsən? Sən mənə niyə hörmətsizlik edirsən? O birisi də, yəni məsələn təsadüf edir, əvəzin ki məsələn, yəni bu cür şeyləri. İstəyirəm deyəm ki, indi qeydə düşünüşə, üzrdən yanlış və doğru. Çünki burada kəlmələrin də rolu var, Oğuz bəy. Yəni o kəlmə ki ağzımızdan çıxır. İndi mən orada bayaqları saydım ki, zaman, məkan çıxar, mənfəət. Amma indi görürük ki, baba, ələn görürsünüz, bu düşüncədən bu çıxır ki, kəlmələrin də ağızda işlətdiyimiz, yazdığımız kəlmələrin də doğru ya yanlış düşünmədə təsiri var. Və çünki onu öncədən mən bilirəm siz diqqət eləmişsiniz və mənə dediniz ki, onu dinləmişsiniz. İnsan dili, mən bunu demişəm öncədən, yazmışam. İnsan dili düzəldir, dil də dönür, insanı düzəldir. Bu özü bir bəhsdir. Şimdi bunu danışmışam. O nə demək yəni? Dil necə insanı? Dil insan necə dili doğurur və düzəldir filan insan tarixində. Sonra da o da insana şəkil verir. İnsan cəmiyyətinə, insan düşüncəsinə şəkil verir. Hər halda bir də biz mütləq diqqətli olmalıyıq ki, harda düşünmək sözünü işlədirik, düşüncə sözünü işlədirik, düş sözünü işlədirik, düşünüş sözünü işlədirik. Bunların çünki yanlışlıq hardan gəlir? Çünki kökləri aynıdır. Deyirik bəs ki, bir-birinə mənaları yaxındır ki, deyil. Oğuz bəy, onun üçün də elm deyəndə... Mənaları yaxın deyil bir-birinə. Oğuz bəy, onun üçün də elm deyəndə deyir ki, o kəlmələrə əvvəl tərif edir. Yəni, biz yəni, biz gərək indi, məsələn, mən cənabınıza istəyirəm, xahiş edirəm ki, bu 4 kəlmə ya 5 kəlmə ki, bir kökləndilər, kökləri birdir, bir kökürkən qalxıb qanatlanıblar. Bunları dana-dana tərif edək. Bizim, mən də... Etdik, 9 cələsə öncə etdik. İndi düş sözünü tərif etdik. Bəli, tərif edildik. Düşünmək sözünü tərif etdik. Düşüncə sözünü və düşünüş sözünü. Öbürü dillərdə değişik gəlişdiyinə görə, çünki bizim dilimiz kök dilidir. Kökdən sonik yaratmaq da çox acayip dildir. Bizə eglutinistik deyirlər. Yəni bir şeyi düzəltsən, sonra ondan görürsən 3-4 min dənə söz düzəlibdir. Bir dənə səsdən məsələn gel dediği şey mesela gelişmek. Aslında gelişmek başka bir şeydi. Gelmek çok başka bir şeydi. Mesela değil, savaşmak yani savaşmak. Aslında su başka bir şeydi, savaşmak. Mesela an başka bir şeydi. Anlamak başka bir şey. Ona göre o bize yanlışa sürmemelidir o kökün aynı. Biz deyirik, bazıları danışanlar, bunun düşüncesi nedir, düşünüşü nedir? Ya asla öyle değil. İndi gələk iki kəlmənin üstündəki danışaq, iki kəlməni tərif edək əvvəl ki, bəlli olsun bizim tərifimiz yanlışdan və doğrudan nədir? Doğru nə demək? Mən biraz öncə yoldaşlar heç istəsələr bu bəhsdən değişik türlü yararlanırlar, eləyə bilərlər mənim o doğruyu anlatanda onu kəsərlər, çıxardarlar, sonra da ki yanlışı anlatacağım, onu kəsib çıxardarlar. Məsələn, qoyarlar bir yerə, deyirlər ki, doğru və yanlış nədir? Mən bunu yazmamışım. Amma bəlkə bir gün yazdım. Çünki mənim düşüncəm olmayacaqdı. Bu öncədən yazılıbdır. Bu öncədən, yəni, neçə min ildir ki, filosoflar doğru və yanlışı yazırlar ki, nədir? Mənim bildiklərimdə və mənim də düşündüklərim, ərz elədim biraz öncə, bizim ayaqlarımız onların çiynlərinin üstündədir. Yəni, o böyükğulların, böyük böyle, yani acayip düşünce sahiplerinin ve felsefe büyüklerinin düşüncelerini o
fəlsəfələrini bildiyimizə görədir ki, biz özümüzə cəsarət veririk deyək ki, doğru nədir, yanlış nədir. Hər halda, mən dönüm yenə də o doğru bəhsini hər Bəli, kəs bəli. dinləyib də onu böyle bir yere yığım ki, əslində doğru deyə bir şey yok dünyada. O zaman biz istəyirik doğruyu tərif eləyək. Biraz önce doğrunun kökən anlam kökənini biraz anlattık ki, nə cür gəlişmiş. Hətta İngiliz dilindəki onun eş anlamıyla da biraz şey etdik, müqayisə etdik. Sonra gətirdik, dedik ki, bəs doğru nədir? Ancaq əslində doğrunun tərifi yoxdur. Niye doğrunun tərifi yoxdur? Çünki doğru, biz bilmirik ki, doğru nədir. Amma eləyə bilər ki, onu gətirək insanın yararına yapışdıraq. İnsan o şey ki, öyle zənn edir ki, bu bunun yararınadır. O zənn etdiyi, sandığı, yani çünkü bizim yazımızın Türkçesi böyle olur. Sandığı yararın üzerine olan bir şey doğru deyir insan. İnsan mədəniyyəti də belədir, insan dili də belədir, insan hər şey belədir. Bəs bu bəhsi qoyaq kənara. İndi bildik ki, insan əgər bir yararı sansa ki, bir şey onun yararınadır, ona doğru deyər. Hətta olabilir ki, ondan bir gələn nəsl öyle görməyə, ona yanlış deyə. Siz dışarıdadınız. Olabilir ki, mən böyük babalarım belə düşünürdülər. Niye? Çünkü o değişik bir zamanda ve belki de değişik bir coğrafyada yaşayır ve ona yanlış görünür. Olabilir. Niye? Çünkü değişik bir yararları o sanır. Ve ben o Oğuz yazımda... bəy, buradan demək olar ki, yəni mənim zehnimə yenə gəlir, dəyişik bilgisi var. Yəni aşağı yuxarı az çox. Olabilir. Ama mesela budur ki, bu doğru alanı, o zemin, bir tane zemin düşünün, bir yer düşünün, çok kaygandır. Yani çok buzluqdur, qayğı. Hələ züz, dəbəşdən yıxılırsan. Doğru fəlsəfi olarak doğru alanı çok kaygandır. Ne demek? Biraz önce tekrar ediyorum, doğrunun tərifi yoktur. Çünkü bütün çoxunluq filosoflar deyirlər ki, insan yararının peşinde olan, yararının arkasında olan bir heyvandır, düzdür. Ben bunu %100 kabul edirəm. Ve deyirlər ki, insan bütün yaptıkları, bütün elədikləri, danışdığı, yazdığı, her ne hərəkət və əməl və əksül əməl şeyləri o yararını, mənfəətin üzərinədir. Hə, bu da doğrudur. Mən gətirib bunun üzerine ne artırmışam yazımda, İngilizce yazımda, sandığı yarar yazmışam. Çünkü ben bunu değiştirmişim. Bu məndən, yani benim öğrendiğim o filosofların yazılarından. Ki interest, İngilizce'de olur interest. Yani o interest, o yarar ve menfaati ki siz zannedirsiniz. Orada zannedirsiniz, öyle sanırsınız. Belki öyle değil. Ona görədir ki, biz indiyəcən təqribən hər şeyi ki, onu biz sanmışıq, olabilir, doğru çıkmayıbdır. Çünkü ilzamen doğru değil. Çünkü o bir tane belli bir braket var, o belli bir zaman ve mekan var orada. O belli zamanda ve mekanda, belli coğrafyada, belli kültürün içinde, belli dilin, belli bir şəraitin içinde sizin menfaətinize, siz ne sanırsınız ki sizin menfaətinizədir? O doğrudur. Bana göre de doğrudur. Ne yapaq? Doğruyun tarifi budur. Eğer istəyirik tarifi. Mənə görə tərifi yoxdur. Amma illa tərif eləməliyik. O da bilir ki, belli bir durumda, belli bir şəraitdə, belli bir coğrafyada, belli bir dildə və sizin sandığınız mənfəətin üzerine olan bir şey doğrudur. Bakın, bir uzun bir qarmaşıq tərif oldu. Ve olabilir ki, siz 10 yıl sonra, 10 gün sonra onun doğru olmadığını, sizin yararlı olmadığını anlayasınız. O da niye? Çünkü onu sanmıştınız. Çünkü biz bilmirik ki sizin mənfəətiniz nədir. Biz heç zaman bilməyəcəyik sizin mənfəətiniz nədir. Siz heç zaman bilməyəcəksiniz ki sizin mənfəətiniz nədir. Siz yalnız onu sanacaqsınız. Təsəvvür edəcəksiniz ki sizin mənfəətiniz nədir. Mənim o yazımın adı mənə görə gerçəyin gerçəyidir. Hər kəs istəsə o yan bu yandan tapa. Gerçəyin gerçəyi şeyində istəyirik görək ki, insanın beyni çox məyubdur şəraiti anlamaq üçün. İnsanın beyni en məyub şeylerden biridir. Yani siz bir tane bir həndil koyun, mesela bir ağaç koyun buraya, bir ağacı böyle dəbərdin, o dəbəşəkdir. Təqribən %100 dəbəşəkdir. Təqribən 1000 dəfə deləsəniz, 1000 dəfə də dəbəşəkdir. Ama insanın beyni öyle değil. İnsanın beyni en məyub, en
güvənilməyən maddələrdən biridir yani. Çünki insanın beyni indiyəcən təqribən hər nəyi ki təsəvvür edibdir və deyib və doğrudur və ya inanıbdır, doğru çıxmayıbdır. Biz deyirdik bəs ki, biraz öncə dedik uşaq barəsində. Biz deyirdik bəs ki, günəş bu tərəfdən çıxır, bu tərəfdən batır. Biz indi bilirik ki, günəş nə çıxır, nə batır. Biz elə deyirdik bəs ki, günəş ona görədir ki, Allahlar onu qoyublar və ya tək Allah və ya ondan Allah ki, biz işıq olsun, biz yox, söyləyirəm şey. Ay, yəni bizim bildiyimiz budur və ya bizim bildiyimiz budur ki, məsələn heyvanlar budur. Əslən elə deyil. Və bizim bildiyimiz budur ki, məsələn kainat, məsələn göklərdə məsələn təbəqədir. Ondan sonra şeytanlar oradadılar, Allahın təxti oradadır. İsa da oturub sağ tərəfində, Musa da oturub sol. Bunlar hamısı yanlışdır. Təqribən, mən fəqət dini məsələlər demirəm, hətta o elmi məsələlər. Biz indiyəcən deyirdik bəs ki, məsələn adama soyuq dəyəndə, məsələn, o soyuqdan ona soyuq dəyib. İndi biz bilirik ki, soyuqdan ona soyuq dəyməyibdir. O bəlli bir mikrob alıbdır. Ya bəlli bir virus alıbdır. Biz indi bilirik ki, insanın bədəninin əczasının çoxu mikrobla virusdur əslində. Yəni, bunu anlamaq da çətindir, yəni. Bunu anlamaq çətindir ki, sizin bədəninizi təşkil verən əczanın çoxu siz deyilsiniz. Mikroblardır, bakterilərdir, ne deyirlər, viruslardır. Biz bunları bilmirdik. Hələ bildiklərimizin üzərində də kuşkumuz vardır. Ona görə elm ona görə hər zaman gəlişməkdədir və istəyirik ki, daha o gerçəyini bulaq. Əflatun deyir ya, məsələn, biz bir yerdə oturmuşuq, məsələn, işıq düşür köhülün mağaranın tərəfinə. Təqribən biraz da doğru deyir. Niyə? Çünki insanın beyni o qədər məyubdur. O Əflatun deyir ya, deyir ki, insanları bağlayıblar, zəncirləyiblər, ona görə dönüb baxa bilir. Bilirsiniz o zəncir nədir? Zəncir sizin beyninizdir. Çünki hamı deyir bəs ki, zəncir filan şeydir. Yox, zəncir o sistemin özüdür. O sistem, gerçəyi, o şey ki, biz onu istəyirik gerçək deyər, onu anlamağa qadir deyil. İnsaf əlbət. Biz bu varlıq ki, ətrafımızda vardır, biz bunu anlamağa, o elə ki, o vardı, ona qadir deyilik biz. Yalnız bizim beynimiz gəlişmiş evrən sürəcinin içində, darwinistik, sıkı evrən sürəci içində gəlişmiş ki, o yana qaçaq, əslandan, qaplandan qaçaq bu yana və qaçaq ovun arxasında gətirək tutaq, yiyək, ya məsələn birini öldürək, ya məsələn bir uşaq düzəldək və ya məsələn rahat olaq, ölümdən qaçaq, yaralanmaqdan qaçaq, rahatlığa tərəf gedək. Məsələn bir tərəfə gün düşür, məsələn istidir, əgər sərini duraq kölgəyə tərəf hərəkət edir. Birazdan sonra, yarım saatdan sonra gün yenə də düşəcək oraya, duraq biraz da kölgəyə gedək. İnsanın beyni buna görə düzəlir. İnsanın beyni nə fəlsəfiyə düzəlibdir, insanın beyni kainatı anlamağa düzəlməyibdir, insanın beyni gerçəyin nə doğrudan gerçək olduğunu anlamağa düzəlməyib ki. İnsan beyni çox məyub, çox problemli, çox dərdli bir maddədir. Ona görədir ki, insanın dərdi var, problemi var və bilirsiniz ki, heç bilmir doğru nədir, yanlış nədir. Hər zaman, təqribən hər zaman da yanlışdır. Yəni, siz inanın ki, siz qəşəng oturub düşünsəniz, yəni mənim dediklərimi yalnız anlamağa, sizi demirəm şəxsi olaraq, anlamağa tərəf geçsək, yəni oturub ki, bu nədir yerinə. Təqribən sizin bildiklərinizin və indi nə ki doğru bilirsiniz olan təqribən sonra hamısı yanlış çıxacaq. Və ya əslində dərdə dəyməyəcəkdir. Necə ki, məsələn, 2000 il və 10 min il öncə bildiklərimiz dərdimizə dəymir, dünən bildiklərimiz də dərdir. Əgər dərdimizə dəymirsə, işləyişi yox isə, o bizim dərdimizdən bir dəva etmirsə, şeydir, o yanlışdır. Məsələn, 100 il geçməyibdir ki, məsələn, fətva vardır ki, o abiyarı suyu var ya, musluqdan açırsınız, siz evdə içirsiniz. Budur. Bu haramdır. Siz abiyarı işlədə bilməzsiniz. Mən orada açdım, indi içirəm. Fətva vardır ki, müştəhid əzəm deyir ki, bu haramdır. Niyə? Çünki kür deyil. Orada nə quslu olur, nə şey, bu əslən sizdən olmaz. Sizcə, mən istəmirəm də çox yerlərə gedəm. Haramdır. Və buna inananlar var. Demək ki, o inananlara doğrudur bu. Onun dərdinə də dəyir. Niyə? Çünki o camiədə gəl elə yaşasın ki, o camiə ilə yaşasın da, istəmiş ki, dağın başında yaşasın. Ona görə gələ abiyarı çəkməyə və deyə haramdır. Ondan sonra yavaş-yavaş o tərəf zor basar, axırda indi siz onu düşünmürsünüz. O doğru, indi yanlışdır.
Avropada, İtalyada elə 100, 200 il, 300 il bundan öncə elə düşünürdülər ki, əgər birisi kilisanın sözünə bir kələmə qarşı demişsə, onu gətirirdilər. Şəhərin meydanında onu qazığa oturturdular, onu neft vururdular, bir yağ tökürdülər, yandırırdılar. Bruno Giordano böyle ölmüş. Ve yüzler ve yüzler ve yüzler de bunlardan misal var. Hem doğuda hem batıda. Demek o doğruymuş da o işi görürdüler. Ay benim başı yani bilirsiniz ne diyelim. İndi eğer Afganistan'da bir kadını bir erkeğe getirip buraya yere gömürler, kuyuluyorlar, onu taşratırlar. O doğru işi yapır da orada. Orada o doğru. Bunu anlamak lazımdı. Doğrunu anlayalım. Yani doğrudan danışanda gerçək budur ki, o doğrudur o eləyir. İndi İranda gətirir məsələn bir adamı makineye bağlayır, əlini buradan kəsir makina, zırt belə kəsir. Və o kəsənə də ətrafda Allah Ekber deyənlər o doğru iş görür də oraya belə gətirir, gərsəqildən adamı asır. Hamı da gəlib orada məsələn tuxum da çıtlayır, oturur sabah saat 7-dən baxır. Sabah desən ki, dur get səncə al gətir kahvaltı. Yax getməz deyə yuxum gəlir. Amma gedir edama baxır. Yani doğru iş yap. Orada doğrudur o. O coğrafyada, o mühitte, o şəraitdə olan her şey o zamanda, o dilin ve kültürün orada doğrudur. Evet, biraz oyuna geçsin belki 100 kilometre oyuna doğru değil. Bəs doğru ona göre gördünüz ki, ben misallar getirdim, olabilir hatta biraz da yani elə misallar idi ki, beğenmeyesiniz. Ama mesela budur ki, doğru alanı felsefede bu kadar qayğandır. Bu kadar züvüşkəndir. Name yazmış bir komutan, indiki Peru'dan, Meksik'in yanından, Kilisya, Vatikan'a. Yazmış ki, Allah'ın ve İsa'nın gücüyle bütün erkeklerini bu qəbilənin qırdıq, qadınlarına tecavüz etdik ve uşaqlarını şeye getirdik, öz idarəmizə. Ve Allah bizi etsin, yükselsin mücahitler məqamına. Ama bunu yazan da doğru yazmış, bu mektubu alan da bu mektup durur indi. Bu mektup durur indi Vatikan'da. Bunu alan da, yazan da bu etrafında təkine bu işi görmeyip ki. 300-400 nəfər en azından, ne bileyim 1000 nəfər bu iş. Doğru iş görüblər da saniye. İndi siz oturun bakın deyin ki bu doğru iş görmeyibdi. Doğru bu kadar qayğandır. Ona göre sizin doğru olduğunuzu, her şəxsinizi deyirəm, hər kəs ki, mənim səsimi eşidəcək. Bu kadar hiç asla doğru olduğunuza o kadar da şey olmuyor. Amin olmuyor. O şeydə ki, fikr edirsiniz, doğrusunuz. Görün mən nə kadar minlər misal gətirə bilərəm. Hər günlük həyatınızdan bilə ki, doğru değilsiniz. Çünkü niye? Çünkü insan beyni bunu anlayabilmir. Çünkü insan beyni məayubdur. Çünkü insan beyni her şeyi görə bilmir. Bütün zamanları görə bilmir. Bütün məkanları görə bilmir. Bütün şəraiti algılaya bilmir aynı zamanda. Algılaya da bilməz. Yoksa algılasa ki o işleri görmez. Algılasa ki yer kürəsinə baxın. Hiçbir 10 sene yoktur. 10 sene, 10 il. Ki orada qətl, təcavüz, işgal, qətl am olmaz. Siz bakın öz hayatınızdan geçen 10 senede, 20 senede, 40 senede. Herkes o demişti ki, o şeyin Mevlevi'nin güzel bir sözü var. Deyir ki, çünkü ne didem de hakikat rahi efsaneze de. Böyle bir söz. Hakikati görmemişler. Yoktur. Öyle bir şey. Ona göre efsane birbirini kırırlar. Herhalde ben o demek istedim. Bilesiniz ki ne kadar doğrudan, yani doğrunun doğruluğundan emin olmayınız. Doğru diye bir şey yoktur. Hiçbir şey doğru değil. O saniye Mənası doğrudur. budur ki, indi bunun mənası budur ki, her şey yanlışdır. Yok. Orada doğrudur da. Sizin doğrunuz o İslam kültüründe güzel bir söz var. Deyir ki, herkesin kıyameti farklıdır. O Kur'an'da deyir ki kıyamet günü falan. Deyir, sen ne anlarsan kıyametten? Kur'an'ın ayelerini arz ediyor. Diyor, sen ne anlarsan kıyametten? Kıyamet budur. Sen sonra gene de diyor ki anlamazsınız ki. Çok yani demek ki senin kıyametin odur. Senin doğrun odur. Senin doğrun benim doğrumdan farklıdır. O şey ki sana doğrudur indi, olabilir ki 100 yıl sonra sana bak bir şey var. Ben Kore'de şeyde olmuşam. O DMZ'nin çok yakınında olmuşam.
DMZ demilitarized zone yani. Yani o Kuzey Kore'nin Güney Kore'nin şeyi var ya, bir xətt dedi. Bir enli bir xətt dedi. Orada bu əsgərlər bu tərəfə durur, üzü bu yana. O bir əsgərlər də durur, üzü o yana. Yani dəbərsələr bir-birini vuracaqlar. Kore'de. İkisi de aynı millet, aynı, hatta akrabadılar, yoldaştılar, famildiler yani. Biri bu, o DMZ yani demilitarized zone. O bu tarafında durmuş, biri de o tarafında. Bunun gerçeği, bunun doğrusu, o bunun gerçeğinden doğrusundan farklıdır. Niye? Coğrafisi biraz farklıdır. Yani 3-4 metre o yana bu yandadır. Ve o zaman, değişik zamanda yaşıyor. Bildiniz mi ne diyeyim? Yani siz fikir eləməyin insafəli belki, siz ve ben ve o biri aynı zamanda yaşayırıq. Yok. Biz hatta zaman olarak aynı zamanda yaşamırıq. Ne demek? Olabilir sizin efkarınız, düşünceleriniz, o şeyler ki sizin beyninizdeki o bilgiler şeydir, şamildir. Onlar mesela daha ilericidir. İleriye ve geleceğe yöneli düşüncelerdir. Olabilir benimki de geçmişe yöneli düşüncelerdir, gericidir. Baxınız, geçmişe yönelidir. Yani elman bütün şeyin budur ki, hani Səttarxan belə gəldi, Bağırxan elə getdi, nə bilim, Teymurxan belə gəldi, Alparslan belə getdi. Hamısı geçmişe, Məhəmməd gəldi, Ali getdi, Abbas gəldi, Osman getdi, bu şeyler yani. Geçmişe yönelidir. Öbür insan da sizin yanınızda oturuptu. Aynı saat tık 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 vurur onu. O da geleceğe yöneli düşünür o beyninin sistemi. Ne demek? O da düşünür ki, biz ne eləsək daha yaxşılaşar bu şəhər? Biz ne eləsək daha yaxşı rahat yaşaya bilərik? Biz ne eləsək daha rahat yata bilərik? Yani her şeyi geleceğe yöneli düşünür. İleriye yöneli. İki tane değişik zamanda yaşayır bu beyin. Olabilir, aynı mekandadır. Ve bunlar tabii ki birbirinden çok kısacıklar. O getirəcək ki, en son model silahla, bu da ki, mesela durup bunun da qəhrəman çəkəcək, bir atın üstünde mesela qılıncından belə gedəcək mesela. O biri de getirəcək mesela en son silahla bunu vurup onun o heykel içi düzəldib atın üstünde onu vurup taşıracaq. Yani o beynindeki atı, beynindeki o geçmişi, o gələcək mütləq geçmişi əzib keçəcəkdir. Çünkü bu qanunu budur. Yanlış sözü yan sözünden düzelir. Ben bunu önceden yazmışım. Yan bilirsiniz. Yani kenar, yan. Ölür. Bölür. Yanlış sözü de aziz yoldaşlar o sözden düzelir. Cevap sözü. O Türkçe'de cevap sözü yoktu. Yanlış sözü var. O da ondan düzelir. Ve Orta Asya'da da lap belə dərin Orta Asya'da da Sibiriyaya yaxın yani o şey orada da işlənilən, yani çox əski bir kəlmədir. Türkiyədə işlənilir xoşbəxtanə yanlış sözü ve cavab sözü ərəbcədir. Kəsilən mənisi fərqlidir. Yanlış sözü oradan, yan sözündən düzəlir. Ötdə təbii ki, onun son ekidir. Türkçe böyledir. Türkçe tez tapar bir şeye son ek koyar, ona bir yeni anlam verer. Mesela yan sözünden yanıtın, yanıt cevap verme, yanlış sözünün tez düzeltti mesela. Yanlış yani o şey ki bir de onu da önceden diyeyim. Doğru sözünün şeyi müqabili, mütəzaddı, əyri değil. Çünkü bazıları deyirlər ya, bu yol doğrudur, bu yol da ayrıdır. Yok, o düzlə ayrı birbirinden şeydir. Yani bir şey ya düzdür, ya ayrıdır. Ayrıdır. Doğru daha fəlsəfi bir bəhsidir ve daha yukarı anlamdadır. Yani doğru daha çok anlamlara işare olunur. Ama düz daha çok əcsama şeylere. Fizikal. Düz get mesela. Ama doğru yolda değilsen ama düz gelirsen. Olabilir siz düz gelirsiniz ama doğru yolda değilsiniz. Biz görürsünüz ki doğru keliməsi daha çok yukarı leveldadır, düzeydedir. Daha çok anlamlara, məhfumlara deyilə bilər doğru söz. Ama düz, bəs düzün müqabili nədir? Eğridir. Bəs bundan yəni o adam işi akademik danışır, o adam işi daha yüksek levelda danışır, heç vaxt onu eşitməzsiniz. Deyək ki, doğrusu nədir, əyrisi nədir deməz.
Ona göre danışıqlar da farklıdır. O düzeylər də farklı. Deyər ki, doğrusu yanlışı. Yanlış da demez. Yanlışı deyər. N'ın, l'ın yerini karıştırmaz. Çünkü o yan sözünden düzelir. Yan sözü ne demek? Yani bir şeyin bir özü var. Yani demeye rahat. Bunu diyenden sonra hamı bilir çünkü. Ma demişti ki hallolandan sonra asandır. Bir de bu özüdür, bir de o yanıdır. O yanı bunun özünden değil. O ayrı bir şeydir. Ve o istediğimiz değil. Orada dururam ki onu proses eləyək. Ne demek? Bir şeyin özünü isteyirik, bir şey isteyirik. O şey ki onun yanında da onu istemirik ki. Ona göre onun yanındakı yanlışdır. Mən sizə deyirəm gedin. Mesela bunu gətirin. Ne bilim, əlimə nə gəlir bilmirəm. Yəni bir şey bu qələmi gətir. Siz qələmi gətirmirsən, onun yanındakı şey gətir. O yanlışdır. Getirə bildinmi sözü? Bəli. Siz o yanında yan kəlməsini hamı bilir da. Gəl yanına yanı yəni bilir. Amma indi mən gətirdim yanı, o lış koydum o yanına. Hı-hı. Lış veya lış ikisi də var Türk dilində. Çünki çı da işlənirlər şeyin yerine. Yanlış. O değil de, o özü değil. Onun yanındakıdır. Yani doğru değil. Çünki o şey doğrudur. Onu mən sənə deyirəm, get gətir də, otaqdan get, o qələmi gətir. Sən qələmin özünü gətirmirsən, qələmin yanındakı bir şey gətirirsən. Yanındakı şey yanlışdır. Demək ki, mənim istədiyim deyil. O şey ki, mənim istədiyim deyil, mənim yararıma deyil, mənim istəyim deyil, mənim arzum deyil, ne bilim, mənim şeylərim deyil, hədəfim deyil. O yanlışdır. Mənim yararıma deyil. Çünki o mənim yararıma deyil. O yandakı bir şeydir, yanlışdır. Və insan hər zaman təsəvvürdədir ki, bir şey doğrudur veya yanlışdır. Olabilir ve hiç zamanda onun arz elədik biraz önce gerçeğine eli yetişmez. Access yoktur onun. Çünkü insan makineler düzeldir ki görsün. Mesela biz ne diyeyim mesela insan gözler düzelmir gecəyə görə. Karanlık. Biz otağa girin, bütünüyle karanlık. Işık yoktur. Bir şey görer misiniz? Yok. Çünkü sizin beyniniz ona düzelmeyipti. Ama siz makine koysanız gözünüze, night gargle, militari koyur ya, otaqda her şeyi görərsiniz. Demək ki, insan beyni gerçeği, doğruyu, yanlışı kapsamağa düzelmemiş. Ancak o şey ki onun yararına da ona doğru değil, o şey ki onun yararına değil, yanlış değil. O şey ki öyle sanır ha, olabilir değil. Kur'an'da bir güzel söz var. Deyir ki, siz deyirsiniz belki bazı şey sizin yararınızadır, ama değil. Ama siz deyirsiniz ki, Kur'an'dan ayettir bu. Siz öyle zannedersiniz, bakın zannedersiniz, sanmağı değil. Çok güzeldir orası. Çok acayip güzeldir. Ki Batı filsuflarının çoxu onu oraya işarə eləməyiblər. O deyirlər ki, ya düzdür ya. Biz hardan biliriz düzdür? Biz onu öyle sanırıq. Ola bilər düz deyil. Orada da işarə edilir ki, siz ikinci tərəfin ayağını deyib. Siz öyle zannedersiniz bir şey sizin zararınızadır. Halbuki o sizin mənfəətinizədir. Və biz onu yaxşı bilərik və siz heç anlamazsınız. Aynı ayədir. Evet. Çox təşəkkür. Mən biraz da yanlışı açdım. Sağ olun. Teşekkür ederim. İcazə təqribən vaxtımız qurtarıbdır. Mən icazənizlə bir xülasə eləyim bunu. Əziz dostlar, biz bu günləri doğru yanlışı danışdıq. Hazırlığımız yoxdur. Yəni mənim hazırlığım yoxdur. Oğuz cənabların tərəfindən danışmayayım. Mənim hazırlığım yox idi bu bəhsə. Gözəl bir bəhs ortaya gəldi. Mən burada çoxlu suallar yazmağa başladım. Yəni biz bir dönem konunu boyunca oturduk ki biz bunun üstüne düşünmemiştim ben. İndi başladık bunu düşünmeye. Düşünürük. Proses ediyoruz. Beynimizde bunu salırıq, çıxırıq. Proses İngiliscədə, yəni salıb çıxırıq. Salırıq, çıxırıq. İşləmləyirsiniz. İşləmə qoyuruq. Əhsən. İşləmləyirsiniz. Bəli, işləmləyirik bunu. İndi biz nə edirik? Yavaş-yavaş keçirik düşünüş mərhələsinə. Keçəcəyik, hələ keçmədik. Yəni, indi feydən biz bunun anlamını danışdıq ki, bu kəlmənin anlamı, bu sözün anlamı nədir? Sonra da Oğuz bəy cənabları ikinci bölümdə dedi ki, bunun şəraiti vardır. Yəni, şərait
şəraitə görə bağlıdır şəraitə və mənfəətə. O şəraitdir ki, mənfəəti sizə tərif eləyir. Bəli, Və siz öyle sanırsınız. Olabilir ki değil. Doğru. Onun üçün mən belə bir şey topladım. Oğuz bəy. Ki, doğru nədir, yanlış nədir? Bunun üçün o faktörler için, o amiller için, o şeyler için bir şeyin doğru olup olmamağın bize belli elətdirər bunlardır. Dilin inkişaf vəziyyəti, elmi olup olmamaq vəziyyəti, biri bu, yani dilin durumu bize bir şey doğrudur ya doğru değil, onu anlatmaya çalışır. Yani biz dil ilə anladırıq əslində doğru olup olmamağı. Ondan sonra zaman içinde, zaman dili içinde fərqli olar. Yani bizim dədelərimiz bir şey düşünürdüler. Mesela qədim zaman düşünürdüler ki, yer kürəsi bir öküz var. Öküzün boynuzunun üstündədir. Orada mesela fırlanır. Biz şimdi diyoruz ki böyle bir şey yoktur. Yani bu ne? Öküzdə balığın üstündedir. Biz necir biz indi necir düşünürük? Öyle balığın üstündedir. Balıq dəbəşirdə, öküz dəbəşir, o burnuzundan bu yana zəlzələ olur. Ha, biz zaman dilimi içinde o düşüncemiz değişti. Bəs bu neye bağlı olur? Elmin. Hatta teknolojinin imkanlarına. Yani biz teknolojiyle bir dəstgahlar düzəltdik ki, eləyə bilək yer göğe baxaq, oradan görək ki, o birislər necirdir? Bizimki de o cür ola bilər. Yani biz düzdür, ayrı yerden çıxıb yerə baxmadıq bir neçə yüz il bundan. Bax, dazadır ki, çıxırıq bir ayrı yerden, yer kürəsindən çıxırıq eşiyə, Qazaxıstan yer kürəsinə baxırıq. Amma 100 il bundan qabaq, 200 il, 500 il bundan qabaq biz göylərə baxırdıq, deyirdik, onlar necirdir? Biz də o cür ola bildik. Yavaş-yavaş bu cürsük. Bəs teknoloji də bizim düşüncəm doğru düzgündə təsiri var. Oğuz bəy çox gözəl dedi. Onlar ki, teknolojilər var, çox adam öldürürlər, amma doğru da. Fərz edirlər ki, doğrudur. Niye? Çünkü menfaat var. Menfaat bize diyor ki bir şey doğrudur, doğru değil. Yani bizim Güney Azerbaycan'da İran'dan müstakil olmak doğrudur, doğru değil. Menfaatimize göre biz burada kezavet ediyoruz. Bizim doğrumuz bizim nedir? Bizim doğrumuz, gerçeğimiz nedir? bizim taze anladığımız doğru. Yani biz hem anlıyoruz ki bizim doğrumuz bu menfaatleri bize var, ona göre doğrudur. Bağışlayın, ben bunu vururum sonra. Biz menfaatlerimize göre anlıyoruz ki bu doğru olabilir, olabilmez. Sandığımız menfaatler üzerine. Sandığımız, bəli, indiki. Bize, benim aziz kardeşim, İnsaf Ali Bey, bize, siz telefonunuzdan farıq olun. Buyurun. Bize işgal edən ve düşman menfaat yontabilir. Ve biz ona göre ben o yazımda hey tekrar İngilizce yazmışam, bilmirəm Türkçəsi var ya yok, yadımda değil. Hey tekrar eləyirəm, üzr istəyirəm İngilizce deyirəm, perceived interest, hey perceived. Yani sizin sandığınız, çünkü olabilir ki sen gedirsən 100-200 min nəfər gedirsən Əraq cibhələrində şəhid olursan. Deyirsən bəlkə. Bətərdən də gedirsən ha, yani o demişti ki o biri o cis toyuq deyir, bəh yumurtlar. O görürsən o Farsdan da, İrancıdan da bəh gedirsən. O Rıza Pəhləvi ilə Ay Xameneyinin gözəl bir müştərək nöqtəsi var. Azərbaycanı, yani qəyyur. İran'ı her zaman tutuplar. Yani qəyyurdular, çok qeyrətlidirlər. Yani öbüründən yeyincidir. Koltuğuna karpuz verir. Her İslam bu yani o menfaati sana yontabilərlər. Ona göre o perceived interest, sen sandığın menfaat mən orada yazırım. Doğrudur. Yani indi mesela biz istiklalçılar istiklalı biz doğru bilirik.
indiki şəraitdə, indiki məkanda, indiki teknoloji ilə, indiki elmlə, indiki imkanatla, indiki Ulan bizim təhsil savadımızla danışıqlarımızı gətirib siyasətə bağlamasan olmaz, değil mi? yox, Azərbaycanı biz danışırıq. Tamam, Biz tamam. Azərbaycanı danışdığımız üçün hər Oldu. şey Azərbaycan. Yəni Oldu. bizim mərəzimiz yoxdur danışıq. Oldu. Bizim mərəzimiz Dönün Azərbaycan milli. Dönün söhbətinizə. Hə. Bizim dostlar məkan da bağlıdır. Yəni yanlışlıq məkana da bağlıdır. Mümkündür biz Avropada doğulsaydıq, ya Hindistan'da doğsaydıq, ya Afganistan'da doğsaydıq, o şeylər ki bizə orada doğrudur, indi yaşadığımız yerdə doğduğumuz üçün bizə fərq elər. Yəni mümkündür məsələn indi müsəlmanıq, şiiyik, mümkündür məsələn Afganistan'da olsaydıq sünni olaydıq, Hindistan'da olsaydıq öküzçü olaydıq, Çində olsaydıq budaqçı olaydıq, Japonda olsaydıq filançı olaydıq, məsələn Avropada da olsaydıq bir ayrısı olaydıq. Ya dinsiz olaydıq. O qalıbdı şeylərə, yəni o torpaq da, o yer ki yaşlı torpaq parçası və onun dağlı dərəli, suya yaxın, sudan uzaq olması belə Hər şey. bizim düşüncəmizi şəkilləndirir. O adam ki suyun qırağındadır, o fərqli düşünür. O Tez adamlar zamanın və cəbri və coğrafinin cəbrində yaşayırsan. bəli. O da var. Mənim anam zəng edir. Məmulən bir dəfə bağlasam bilər ki bir yerdəyəm, amma indi bu nədən isə çoxdan zəng edir. Ondan sonra Oğuz bəy, elmin inkişafının səthi və bizim o elmin inkişafı səthindən xəbərdar olub olmamağımız bu doğru deyil bəlləndirir. Mənim bu anam nədən əl çəkmir bu günləri? Səs sonra gəlir Oğuz bəy. Yox, Tamam. öyle gəlmiş. Yox. Tamam. Ərz edeyim ki, Mən bir şey diyeyim, siz buyurun. fikrinizi yığın bir yere. Buyurun. Galile'nin bir güzel sözü var. O güzel insan deyir ki kilise deyir ki yer düzdür, müsəttəhdir. Deyir, mən yerin kölgəsini deyir, o şey olanda, xüsuf deyirlər. Bəli. Xüsuf olanda. Deyir, ay tutulanda, ya bilmirəm, gün tutulanda hər halda. Gün tutulanda. Yox, gün tutulanda. Xüsuf. Deyir ki, Galileo bizim ışığın, bizim kölgəmiz ayın üstünə düşəndə. Yox, o nə cür olur? O gün tutulanda da. Zaten mən özüm getdim, gördüm. Bir iki ay bundan önce tutulmuştu burada. Ben getdim. Belli gözlükler aldık, oturduk, baktık. Gittim bir yere ki, bir şehre ki orada %100 idi. Yani buradan 4 saat gittim oraya ki onu gördüm. O da Amerika'daydı aslında. Bəli. Oraya gittim. Ve ben istedim bunu ömrümde görəm. Çünkü güzel bir tecrübeydi. Ve ben o Galile'nin hürmetine ve bildiklərimin hürmetine bu işi gördüm. Gördüm ki Galile neyi görmüş. Herhalde. Dönək gene de onun sözünü. Çok güzel bir sözdü, bunu yazın. Gündə 2 dəfə oxuyun. Savabı çoxdur. O da budur ki, deyir ki, kilisa deyir ki, yer müsəttəhdir, Allah yeri böyle düzəltmiş filan filan. Deyir, mən yerin kölgəsini ayda görmüşəm. Yuvarlaq olduğunu. Deyir ki, mən kölgəyə daha çox inanıram. Budur. Doğru. İndi sözü gətirdi Oğuz bəy. Yəni kilisaya yox, kölgəyə inanır. Oğuz bəy, bir dənə müsahibə edirdim mən. Cənab Rəhmani Fərlə. Bir dənə gözəl sözü gətirdi. Dedi ki, biz tariximizdə kölgəyə əhəmiyyət verməmişik. Onun üçün əski nəqqaşilərdə biz kölgəni görmədik tutmuşuq. Biz vaqiiyyət ki var idi, kölgə də var. Amma biz həmişə onu görmədik tutmuşuq. Yani bu da o şeydi yani. Türk çizgilerinden, nakkaşısında, hatta minyaturda da, hatta Türkler minyaturu yatırmışlar da dünyaya yatırmışlar. Ve Türk Səfəvi zamanı ondan önce. Maalesef İslam'da nakkaşi ve yüz çekmek filan haram olduğuna göre. Mollalar haram değiller, haram İslam'da değil.
Hər halda. E, e, o yani bakış açısı da ola bilir. Ancaq mənim düşüncəm budur ki, İslamda haram olduğuna görə İslamın en büyük zərəri nəqqaşi, çizgi və heykəltaraşlıq hünərinə uzun süre 5-600 sene bu sürmüş. Yani bir karanlık zaman, karanlık bir karanlık bir 500-600 yıl çekmiş ki Türkler heykel düzelderler. Türkler İslam'dan önce de heykel düzelden, nəqqaş çəkən, yani bura. Ama maalesef büyük bir karanlık əsri. Necə ki, Hristiyanlıq gələndən sonra Avrupa'da elm ve araştırma ve her şey dayandı. En azından 800 il. İslam da bu böyük zərəri Türk millətinin o nəqqaşisinə, heykəltaraşlığına vurdu. Çünki haram idi. Və sonralar elə gizlin və ona görə biz görürük ki, İslamdan sonra biz heykəllər görmürük. Ta modern çağımıza qədər nəqqaşlar görmürük və Məhəmməd Rəhmanifərin əziz yoldaşımızın da dediyinə görə kölgəni də görmürük. Kölgəni də görmürük. Yəni vaqiiyyətlərdə, dünyada bizim zihnimizdən eşikdə bir kölgə var. Biz kölgəni görmədən tuturuq. O bir var. Hər halda istedim onu sözü qurtaraq. Dostlar, teknolojinin inkişafının ne kadar olması da bizim doğrunu bir şeye yok doğrudur, doğru mu değil onu da bəllendirir. Eyni halda təcrübəmiz də bizə deyir ki, yaşımız, ömrümüzün yaşı belə bizə deyir ki, bir şeyi doğru bilirik ya doğru bilmirik. Yani bu da bizə təcrübəmiz və ömrümüzün sinnimiz yani bizi bu şeydə və en mühimi, bunların hamısından mühim budur ki, mənfəətlərimiz, hem şəxsi mənfəətlərimiz, hem milli, toplumsal mənfəətlərimiz, ulusal mənfəətlərimiz bizə deyir ki, doğru nədir? O zamanda, o məkanda, o imkanlarla bizə deyir ki, doğru nədir? İndi biz doğrunu nə cür təşxis veririk dostlar? Doğrunu indi Güney Azərbaycanda biz indiki olduğumuz dövrdə internet dövründə, elm dövründə, teknoloji dövründə ki, indi əlimiz çatır. Mümkün bir şeylər var, biz əslən xəbərimiz yoxdur. Elm var ya olacaqdır, teknoloji var ya olacaqdır. Bizim xəbərimiz yoxdur, əlimizdə deyil, istifadə edə bilmirik, zorumuz çatmır, gücümüz çatmır. Onun üçün biz onlardan məhrum qalırıq. Yəni doğrumuz onları görmədiyi üçün dəyişiləcək sabahları. Amma hər halda bu günləri bizim milli mənafeyimiz, milli çıxarlarımız bizə buna deyir ki, en doğru istiklal. Ve bundan sonra o birisler bize doğru değil. Hiç birisi bize doğru değil. Hiç birisi bize doğru değil. Bunu ben xülasə eləsəm bəhsimizi bu qədər xülasə edərəm. Bunu yazacağım da bir-iki cümlədə ilə videonun da altına qoyacağım. Oğuz bəy, sizin mən fikirlərim ki, bu bəhsin ehtimalən gələn həftə davam edəcək bu yanlışı. Bəlkə də elə bu qədər brainstorm üçün beynimizdə hər nə gəlir fikirlərimiz tökək bir ortaya bir şey çıxsın. Bəlkə yetərli oldu, bəlkə yetərli olmadı, amma gələn həftə görürük ki, nəyi gələcəkdir və bəhs eləyəcək. Sizin necə fərmayışınız var? Buyurun, yoxsa yavaş-yavaş bağlanlaşaq. Təşəkkür. Bizdə 2 saata yaxındır. Mən faydalandım. Çünki diyalog olmadan, danışıq olmadan öğrenmek olmur ve düşünüş zaten öyle gelişer. Yani diyalogdandır. Faydalandım. O hep siyasete çəkirsiniz, yani cari siyasete. Ben de dokunuyum. Gördünüz ki, gene de bir daha gördünüz ki, neçə günün içinde sağ olun əziz yoldaşlar. Gördünüz ki, neçə günün içində devletlər, sistemlər dəyişə bilər. Suriyə şər edir. Ona görə heç bel bağlamayın bu İran devlətinə. Aldanmayın və qorxmayın. Bizim içimizdəki o İrancıları deyirəm. Bizim içimizdəki o yavaş-yavaş gedənləri deyirəm ki, çünki inanmırlar. Deyirlər bəs ki, iləl əbəddir bu işgal. Öyle değil.
Heç inanmayın. O qorxanlar da heç qorxmayın. 2-3 günün içində dünya değişər. Dünya tərsinə dönər və doğrusuna dönər. Hər zaman böyle olmuş. Fikirləmin, indi olur sizin həyatınızda. Bəs elə indi olur. Ya indi daha çox olur. Yox, hər zaman böyle olmuşdur. Güc ilişkiləri böylədir. Ona görə Güney Azərbaycan Türk milləti, Güney Azərbaycan Milli Hərəkatının ən böyük motorudur. İstiqlala tərəf. Hər zaman hazır olmalıdır buna. Gördünüz mü? 12 günün içində 12 ilin problemini Türklər və Türklərin yanında olanlar, dostlar həll etdilər. Və dünyaya bir daha göstərdilər ki, savaş böyle olur. Savaşı böyle elədirlər. Cərrahlıq kimi. Cərrah girər cərrahi otağına. Hər şey hazır. Bıçaq hazır. Bandaj hazır. Kəsərsən. Qüddəni, sərətanı qüddəni ya hər nə. Oradan görə bağlarsan, çıxarsan eşiyə. İsrailin Qəzzədə və başqa yerlərdə bir il geçən savaşı kimi yox. Yani savaş öyle olmaz. Savaşı öyle yapmazlar. Yani savaşın özü bir hünerdi bana göre. İnanın ki Türkler savaşı hüner etmişler. Yani öbürler şimdi get onun bunun evini dağıt, bir medeniyeti dağıt. Düşünün ki Amerika Irak'ta bir medeniyeti dağıtıp, muzeleri oğurlayıp, çalıp, çapıp, körpüleri, xəstəxanaları, her şeyi. Düşünün ki Ruslar Grozny'de karpet bombing eləyiblər. Düşünün ki İsrail mesela Qəzzədə ne kadar ev, bina, yani xəstəxana her şey vurubdur. Ben bunları misal gətirirəm. İstəmirəm deyəm İsrail pisdir, Rusiya yaxçıdır, ya Rusiya yaxçıdır. Yox, ama görün ki Türklər ve Türklerin yanında olanlar, Türklerden öğrenenler, en azından Türklerin savaşından öğrenenler. Görün ki savaşı necə hüner etmişler. 12 günde 12 ilin dərdini çözdüler. Ona göre Güney Azərbaycan Türkü de hazır olmalıdır. Gördünüz 12 gündə nə oldu? Orada adam da koyuldu. İndi devlet dişləyir. Düyündən kırfiyu da kaldırıldı. Devlet dişləyir. Su da gəlir, bərq də gəlir, internet də. Yani yavaş yavaş da düzələcəkdir. Olabilir de düzelmiyor. Önemli o değil. Önemli budur ki adamlar hazırdır. Güney Azərbaycanın da vəziri de, vəkili de, savaşçısı da, əskər, her şey hazır olmalıdır her zaman. Beyin olarak ve bilek olarak hazır olmalı. Ki sabahlarıma elə görərsiniz. Bunlar da elə bu, Xameneisi de elə bu işgalçılar da bu, yalancılar da. Görərsiniz inanın 10 gündə, 12 gündə birdən görürsünüz. Yoxdular. Ama dünya böylədir. Tarix belə fikirləmir. O qorxanlar qorxmasınlar. O bel bağlayanlar da İran devletine çok bel bağlamasınlar. Hazır olmalıdırlar. Her zaman siz tetikte hazır olmalısınız. Ve dünya bir daha alqışlamalıdır Türk'ün savaşı hüner etmeyini. Ərz elədim bir cərrahın otağa girip çıxmağı kimi. Düşünün ki Türkler 30 neçə il Qarabağ işgalını 44 gündə elə çal, vur, dağıt, çıx, yani aynı bir cərrah kimi. Türk əskəri. Türk əskərindən mənzurum Türkiyə əskəri deyil. Azərbaycan Türk əskəri. Azərbaycan Başkumandanlığı, Azərbaycan əskəri, Azərbaycan milləti və başında da cənab İlham Əliyevin olduğu. Necə girdilər cərrahi otağına, o kanser sellulunu, o xəstəlik oradan çıxartdı, sonra da tikdi, bağladı, çıxdı. Yani. Hakikaten siz Şuşanı almağa baxın, ne bileyim bu şəhərlər. Yani hüner kimi. Elə bir ki bir-birinə qarşı çəkir. Elə biri bir musiqi oxuyur. Ciddi arz eləyirəm. Savaş böyle olur. 44 gündə məsələ bitdi. Otursan, hey şurayı, əmniyyətdə şurayı, məclisi, nə adı, UN-də yaz, qətnamə, o qədər qətnamə yaz. Qətnamə öyle yazılır. Və sən Suriye'də də gördünüz. 12 gündə Türkler, Türkmenler ve Türklerden öğrenen o biri gruplar, yani onlar öğrenmişler silahlarını da. Pardon, hamısı bellidir. 12 günde bunu Hələbə yaxınlaşanda çox adam dedi, olmaz, bu iş olmaz. Mənbici de aldılar.
Mən 10 ildən çox mən gözümün önündə televiziyonda mən özüm baxırdım. Ki söz verdilər ki, Amerika tərəfi ki, mənbicə qoymarıq Kürtlər mənbicə alsınlar. Siz bu tərəfdə. Fıratın o tərəfində, Fıratın bu tərəfində. Gördünüz ki, o da 10-15 saatın içində məsələ həll oldu. Mənbici də aldılar. Mənbicdən Kürtlər, işğalçı Kürtlər çəkildilər. Yəni, gördünüz ki, Rusiyanın tərəfdarlığı olmadan Əsəd 11 gün şey eləmədi, dayana bilmədi. Və bunu bilin ki, bu İranın işğalçı rejimi də siz hədsi vurun, siz təxmin vurun ki, neçə gün dayana bilər. Rusiyanın, Çinin, bu işğalçıların, bu Amerikanın yardımı olmadan. Yəni bizim önümüzdə, Türkün önündə. Türk iki savaşı hünər eləmiş. Onun önündə neçə gün dayana bilərlər. Onu da bir təxmin vurun. Bir düşünün, 5 gün mü, 10 gün mü, 44 gün mü? Ona hazır olmalısınız. Sağ olun. Teşekkür ederim Oğuz Bey. Siz geçtiniz dahi gündem siyasete. Siz bilirsiniz. Ben gündem siyasete çok girmiyorum. Ben fakat o əsas düşündüm. Her halde güzel yani teşekkür ederim. Bu konuya da dəydiniz. Ben bu günləri dostların birine bir səs faili göndermişim. Onu gələcəyim bu hafta. Hem 21 Azər hakkında hem elə bu məsələ ki, cənabınızda bir işarə buyurdunuz. Umarım ki, xeyirli olsun. Hər halda böyük təcrübələr qazanırıq və böyük şeylər görürük. Değişimlər görürük. Fürsətlər yaranır. Və bizim Güney Azərbaycan şehrinə, çıxarına çox yaranılan bir şeylər ortaya gəlir. Xeyirli olacaq bizə, millətimizə. İnşallah öyle olsun. İnşallah. Çok sağ olun, teşekkür ederim. Aziz ve hürmetli dostlar, sizden de teşekkür ederim. Çok sağ olun, gördüm, teşvik etdiniz, salam eleyişlər, saygılar. Biz de saygılarımızı qəbul edirik. Ama qəbul edildiğim şey, Oğuz cənabları ilə bəndə burada danışanda ciddi məsələ danışırıq. Hey, kəsib sizə salam versək, o fikir ortada qırılar, Qazaxdan onu qeyd edib büyünləmək çətin olar. Onun üçün bizi bağışlarsınız, bizim saygılarımızı, hürmətlərimizi qəbul edin. Mən öz tərəfimdən gecəz xeyir qalsın deyirəm. Oğuz bəy, siz buyurun. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm hövsələnizdən. Sağ olun. Gələn günlərdə görüşmək üzrə. Hələlik.